Salam uşaqlar. Mən bugün sizə uzun deməli düzbucaqlı üçbucaq, Pifaqor teoremi, düzbucaqlı üçbucağın tərəfləri və bucaqları arasındakı münasibətlər mövzusuna aid çalışmaları işləyəcəyəm. Birinci çalışmaya baxaq. Nə deyir birinci çalışmada? Uzunluğu 40 sm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın. Fərz edək ki, bu düz xəttdir. Aydındırmı? Deyir ki, uzunluğu 40 sm olan düz xətt parçası hər hansı düz xəttlə, bu el düz xəttidir. Bu da hər hansı bir parçadır. Deməli, 60 dərəcəli bucaq əmələ gətirir. Düzdürmü? 60 dərəcəli bucaq əmələ gətirir. Bunun uzunluğu da 40-dır. Deyir, düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın. Uşaqlar, bu parçanın proyeksiyası əgər bir ucu buradadırsa, buradan perpendikulyar endirirəm bura. Aydındırmı? Bu oldu, deməli, proyeksiyası elə bil ki, AB. AB proyeksiyadır. AC parçasının proyeksiyası AB-dir. İndi bəs bunu necə taparıq biz bu proyeksiyanı? Bu əgər 60-sa, bu da 30 dərəcədə uşaqlar. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni AB nəyə bərabərdir? AB bərabərdir AC böl 2. AC böl 2. AC də 40-dır. 40-ı da böləcəyəm neçəyə? 2-yə. Cavab oldu nə? 20. Hansı variantdır orada? C variantı. Keçirəm ikinci məsələyə. İkinci məsələdə nədir? Üçbucaq verilib bizə. Əlbəttə ki, üçbucağı çəkməliyəm mən əvvəl. Çəkək üçbucağı. Biraz böyük götürürəm ki, məsələnin həlli üçün siz üçün imkan versin yaxşı görməyə də bu üçbucağı verilənləri, tələb olunanı. Üçbucaqda A bərabərdir 12. Bu tərəf A'dır, bərabərdir 12-dir. Düzdürmü? Sonra alfa 30 dərəcədir. Bu bucaq 30 dərəcədir. 30 dərəcədir. Yazıram. Özü də ki, alfadır da, alfa da içərisində yazım. Alfanı. Bu da betadır. Fikir verirsinizmi? 2 dənə göz çəkilib bura. Deməli, alfa betaya bərabər deyil. Düzdürmü? Bu da B tərəfidir. Sonra nə verib bizə? Deməli, beta da 60 dərəcədir. Burada verilib. Burada yazıram. Bərabər də 60 dərəcəyə. Bizdən tələb nədir? B-ni tapmaqdır. Deməli, bu üçbucaqda, baxaq görə, üçbucaqda düzbucaqlıq haqqında heç bir məlumat verilmir bizə. Elədirmi uşaqlar? Sadəcə olaraq bu bucaqlar verilir 30 dərəcəni 60 dərəcə. Amma biz bilirik ki, iki bucaq 90-dırsa, deməli bu düz bucaqdır da uşaqlar 90 dərəcədə, düzdürmü? Məsələn, həllinin gedişatında bunu görməliyik biz. Amma şərtdə vermir sənə. Deməli, bu düzbucaqlı üçbucaqdır. İndi bizdən də tələb edir B-ni tapmaq. B bərabərdir suala. Baxaq. Necə taparıq bunu? Fikir verin. Bunu ya Pifaqor teoremi ilə tapa bilərik, ya da sinuslar teoremi ilə də tapa bilərik uşaqlar bunu. İndi mən hansı ilə yazım? Baxaq da. Baxaq. Burada 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu hipotenuz da düzdürmü? 90 dərəcəli bucaq qarşısındakı tərəf hipotenuzdur. Bu deməli belə çıxır ki 24 olub da. 24 olub ki yarısı 12 eləyib də bunu. İndi buradan B-ni Pifaqor teoreminə görə gəlin tapaq. Necə tapaq? Bilirsiniz ki katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Elədirmi? İndi buradan B-nin kvadratı nəyə bərabərdir? B-nin kvadratı bərabərdir. Deməli hipotenuzun kvadratı 24'ün kvadratı minus məlum katetin kvadratı 12'nin kvadratı. Bunu hesablayacağıq bərabərdir. Burada uşaqlar mən 20 deməli belə yazacağım burada. 24 çıxılsın 12, bir də 24 üstə gəl 12. Düzdürmü? 12. O da bərabərdir 12 vurulsun neçə? 36. İndi bunun B-ni tapaq. B nəyə bərabər? Kök altında bu ifadədə uşaqlar 12 vur 36-da hesablamağa dəymez. 6-nı vurub hesablamağa dəymez. 36-dan kök 6 çıxır. 12'ni də 4 vur 2 kimi 3 kimi yazanda 4'dən də 2 çıxır. Kökdə 3. O da bərabərdir 12 kökdə 3. Belə bir
Bərabərlik aldım. B tərəfinin uzunluğunu. 12 kökdə 3 C variantıdır uşaqlar. Bu qayda ilə. Amma digər tərəfdən də bunu da dedim, başqa formada da yaza bilərəm. Sinuslar teoreminə görə necə yazacaqdım? 12'nin sinus 30'a nisbəti bərabərdir B-nin sinus 60 dərəcəyə nisbəti. O nisbətdən yaza bilərdim. Gələndə məsələlər çox güman ki, onlardan da istifadə edəcəyik də. Baxaq indi birini yazıram da. Hər məsələ üçün bir üsulla yazıram. Üçüncüyə baxaq. Uzunluğu A-ya bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir. Çəkək 2 dənə paralel düz xətt. Bu paralellərdir. Biri yox, burada birini N yazım. Çünki orada parçanı verib A'dır. Birini də M yazım. Uc nöqtələri bunun üzərindədir. Bunun uzunluğu A'dır. Düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir və onlarla 60 dərəcəli bucaq əmələ gətirir. Deməli, əlbəttə ki, bu bucağı nəzərdə tuturuq da, kiçik bucağı nəzərdə tuturuq. Bu bucaq 60 dərəcədir. Əmələ gətirir. Paralel düz xəttlər arasındakı məsafəni tapın. Buradan perpendikulyar endirirəm uşaqlar. H-ı tapacaq. Ümumiyyətlə 60 dərəcə oldu mu düzbucaqlı üçbucaqda? Bilin ki, orada 30 dərəcədən istifadə edə bilərsiniz. Dərhal. Aydın oldu mu? Bax, bu bucaq neçə dərəcə olacaq? Bax, bu bucaq 30 dərəcə. Düzdürmü? 30 dərəcəli bucaq qarşısındakı katet, proyeksiya budur da, düzdürmü uşaqlar? Yoxsa proyeksiyanı istəmir bizdən. Məsələn, H-ı istəyir bizdən. H bərabərdir sual. Paralel düz xəttlər arasındakı məsafə. Tapaq. Baxaq. Mən sinusla tapıram bunu. Aydın değil mi? Bax, H-ın neye nisbəti? A-ya nisbəti, hipotenuza nisbəti. Qarşıdakı katetin hipotenuza nisbəti verir mənə sinus 60 dərəcə. Buradan da H nəyə bərabərdir uşaqlar? A vurulsun sinus 60 dərəcə. Bu nəyə bərabərdir? A vurulsun 60 dərəcədə kökdə 3 böl 2'dir. Yəni bərabərdir kökdə 3 böl 2 A-ya. Və buna bərabərdir bu. Baxa görə Y variantıdır. Uşaqlar, bu trigonometriya ilə yazanda cavabları şifahi də yaza bilirsiniz. Başqa cür necə yaza bilərik? Bu 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bu A böl 2'dir. H-ın kvadratı nəyə bərabərdir? A-nın kvadratı çıxılsın A böl 2'nin kvadratı. Yaza bilərsiniz belə. Mən bunu yazdım. Bu variantla yazdım. Uğur variantı da sizə dedim. Hansını bəyənirsiniz yazın uşaqlar. Dördüncüdə. Üçbucağın bucaqları 1, 2, 3 nisbətindədir. Onun kiçik tərəfi ilə böyük tərəfinin cəmi 7 tam 10'da 2'dir. Bax, belə bir üçbucaq çəkdim. Belə bir üçbucaq çəkir. Deyir ki, bucaqları 1'in 2'yə, bir də 3'ə nisbətidir. Gəl bu bucaqları tapaq uşaqlar. Bax, biri alfa olsun, biri beta olsun, biri də gamma olsun. Baxaq, beta olsun 1K. Alfa olsun 2K, gamma da olsun 3K. Bunların cəmi 180 verməlidir mənə. K üstə gəl 2K, üstə gəl 3K. Bərabərdir 180 dərəcə. Bu verir mənə 6K bərabərdir 180 dərəcə. K da bərabərdir 6'ya böləndə 30 dərəcə. Deməli, beta neçə dərəcədir uşaqlar? 30 dərəcə. Alfa neçə dərəcədir? 60 dərəcə. 2K da göl. 2 vurulsun 30'da daha bir dəfəli yazıyorum. 60 dərəcə. Gamma da aydın məsələdir ki 3K 3 vur 30 90 dərəcə. Uşaqlar, mən bunu bilirdim düzbucaqlı üçbucaqdır. Amma sizin üçün yazmalıyam bunu. Siz de bilin. 1'in 2'ye 3'e nisbəti oldu. Düzbucaqlı üçbucaqdır. Bucaqların biri 30, digəri 60, uğur isə 90 dərəcədir. Buna aydın oldu bu bizə. Şimdi burada deyir ki onun kiçik tərəfi ilə böyük tərəfinin cəmi. Böyük tərəf aydın məsələdir ki, bax C tərəfidir. C tərəf. Bəs kiçik tərəf hansıdır? Fikir verin. Kiçik bucağın qarşısında duran tərəf kiçik olar. Deməli, bu olacaq, bax, bu A tərəfi. Üstə gəl A. Bu B'dir. Bu bərabərdir. Nəyə bərabərdir? Məsələdə baxaq, cəmi 7 tam 10'da 2'dir. Tələb nədir bizdən? Böyük tərəfi tapın. Yəni C bərabərdir nəyə? Suala. Baxaq. Beta 30 dərəcədə, düzdürmü uşaqlar? Bax, beta burada 30 dərəcəni də yazıram. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. Düzdürmü? A nəyə bərabərdir? Hipotenuzun yarısına. Bizdən C-ni istəyir də. Gəl burada yazar da A-nın yerinə.
S üstə gəl. A-nı yerinə yazıram. S bölü 2 bərabərdir 7 tam 10'da 2. Düzdürmü uşaqlar? Bunu hər tərəfini 2'yə vuranda 2S üstə gəl S 2'lər gedir. O da bərabərdir. Bunu da 2'yə vuranda neçə eləyəcək? Heç 2'yə vurmuram. 7 10'da 2 vurulsun 2. S 3 tane S'dir də düzdürmü? 7 10'da 2 vur 2'ni bölürəm 3'ə. Burada ixtisar var da 1. Burada nə qalır bizdə? 2 tam 10'da 4'dür də düzdürmü? 2 tam 10'da 4'ü də bərabərdir. 2 tam 10'da 4'ü də vururam 2'yə. Elədi 4 tam 10'da 8. Cevap oldu 4 tam 10'da 8. Böyük tərəf nə qədər oldu? 4 10'da 8. Kiçik istəsəydi 2'yə böləcəkdik, yazacaqdı 2 tam 10'da. Bizdən isə 4 tam 10'da 8'i istəyir. Orada da cevap B variantıdır uşaqlar. Bax belə. Keçirəm 5-ci çalışmaya. Bu 4 idi də, elə demək. Bu da 5-ci çalışma. Bərabər yanlı üçbucağın oturacağı 8 cm. Çəkirəm bir bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq. Yəni bu tərəf bu tərəfə bərabər. Oturacağı 8 cm. Oturacağı bərabər olmayan tərəfdir. Budur. Sonra təpə bucağı isə 90 dərəcədir. Bu bucaq da uşaqlar 90 dərəcədir. Deməli bərabər yanlı düzbucaqlı üçbucaqdır. Belə çıx. Oturacağa indirilmiş hündürlüyü tapın. Tapaq. Oturacağa indirilmiş hündürlüyü tapaq. İndi baxaq görə necə taparıq bunu. Bu bərabər yanlıdır da düzdürmü? Gəl belə yazaq. Bax bu belə yazacağam mən. Müxtəlif variantlarla yazacağam bunları ki, hər məsələni. Bax fikir verin uşaqlar. Bu haşı istəyir də bizdən düzdürmü? Bu bərabər yanlı üçbucağı da yol. Perpendikulyar indirirəm də düzdürmü? Yarı bölür tərəflər. Bərabər yanlı da bu 4 olacaq, bu da 4 olacaq. Elədirmi? Bəs belə bir metrik münasibətlərdə düzbucaqlı üçbucaqda haşın kvadratı nəyə bərabərdir? Düzbucaq təpəsindən çəkilən perpendikulyar hipotenuzu mütənasib hissələrə bölür. 4 vurulsun 4 deməkdir də. Düzdürmü uşaqlar? Bu da 16 elər. Elədirmi? Haş nəyə bərabərdir? Kök altında 16 o da elir neçə? 4. Burada cavab olacaq neçə? 4. D variantı. Ən yığcan qısa yolu budur. Amma qaldı ki uşaqlar. Bax. Bunu x ilə işarə edin. Bunu da x ilə. X-in kvadratı üstə gəl x-in kvadratı bərabər 8-in kvadratı. Düzdürmü? X-i tapacaqsan. X-i tapandan sonra bu üçbucaq bərabər yanlıdır. Bu çünki 45'dir axı bunlar. Aydınmı? 45'dir. Bu da 90'dır. Yenə bərabər yanlı üçbucaq alınır. Bir də buna bərabərdir. Gördünüz mü? Ancaq qısa variantı budur da. Trigonometriyanı da yaza bilərsiniz. Neysə bir variant yazdım. Ümumi yaxşı bilmək üçün riyaziyyat uşaqlar. Məsələlərin hamısını izləyin yaxşı-yaxşı. Hərəsini bir variantla yazırıq. Ondan sonra özünüz tətbiq eləyə biləcəksiniz. Narahat olmayın. Bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük 6 cm-dir. Hipotenuzu tapın. Bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağı oturacağı yəni bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bax bu da olur. Bax bu buna bərabər. Düzdürmü? Hipotenuza çəkilən hündürlük 6'dır. Bax bu 6'dır. Aydınmı? Hipotenuzu tapın. De bax burada bütün bunu tapacaq uşaqlar. X'i tapacaq. Fikir verin. Bu x bölü 2 dögür. Bu da x bölü 2'dir də. Elədirmi? X də yaza bilərdim onları. 6'nın deməli 6'nın kvadratı nəyə bərabərdir uşaqlar? X bölü 2 vur x bölü 2. X bölü 2 vur x bölü 2. Bundan əvvəlki çalışma için. Bu nə verir mənə? X'in kvadratı bərabərdir. Düzdürmü? 4 vurulsun 6'nın kvadratı. X nəyə bərabərdir? 4'dən kök 2 çıxır. 6'dan kvadratından da 6 çıxır. 12. Deməli x neçə oldu? Bir dəfəlik tapdım. 12. Cavab 12. 6 nömrəli çalışmada 6'da neçədir? 12. B variantı var orada. Ən yığcan yolu budur. Sonra baxaq 7-ci çalışmaya. Bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 10 cm-dir. Düzbucaq təpəsində çəkilən hündürlüyü tapın. Eyni məzmunlu çalışmalardır uşaqlar bunlar. Baxaq. Deməli bu 90 dərəcədir. Buradan çəkilən perpendikulyar verilir mənə. Nə qədərdir? 7 nömrəli çalışmada hipotenuzu 10 cm. Bu 10 cm-dir. Aydınmı? Hipotenuz budur. Düzbucaq qarşısındakı tərəfdir. Bu 10 cm-dir. Düzbucaq təpəsindən çəkilən hündürlüyü tapacaq. Haşı tapacaq.
Yaxşı. H-ın kvadratı nəyə bərabərdir? Bu nə qədər olacaq ha uşaqlar? Bərabər yanlı da axı bu bərabərsə bu buna bərabər olacaq da, düzdürmü? Bu 5-dir və bu da 5-dir. 5 vurulsun 5. H nəyə bərabərdir? 5-ə. Bu da cavab oldu neçə? 5. Hündürlüyü istəyirsə bizdən 5-dir. D variantı. Bu da D variantı. Sonra 8 nömrəli çalışma. Çəkək şəkili. Orada şəkil verilib uşaqlar. Baxaq. Deməli, bu belə başqa rəngdən istifadə etmək istəyirəm uşaqlar. Bu da deməli orta nöqtədir. Düzdürmü? Orta nöqtəni də bax belə çəkək. Bax belə. Yaxşı düşmədi. Ruçka yaxşı yazmadı. Yaxşı çəkmədi uşaqlar. Neyse, qəbul eləyək bunu. Bu 1'dir. Bu da 1'dir. Düzdürmü uşaqlar? Bax belə. Sonra nə verin mənə? Bax bu x'i tapacaq. X budur. Bir de baba x'i qaralayıram. X'i tapacaq. Nə verilib mənə? Bir də 3 verilib. İndi bunlara baxaq görək necə taparıq bunları? X'i necə taparıq uşaqlar? Bu da düzbucaqlı üçbucaqdır. Bax 90 dərəcədir bu. Baxaq. Bu məsafə nə qədərdir uşaqlar? 2. Bu məsafəni tapa bilərik. A-nı tapa bilərik. A-nı. Yazaq tapaq da. A-nın kvadratı nəyə bərabərdir? Hipotenuzun kvadratından çıxıram, katetin kvadratına. Bax 3'ün kvadratından çıxıram da bu 2'dir də bizdə şəkil üzərində yazın. 2'nin kvadratını. Bu elədi mənə 9. 9'dan 4 5. Düzdürmü? Deməli A-nın kvadratı nəyə bərabərdir? 5'ə. Mən də bunu kök altında A nəyə bərabərdir yazmıram. Çünki mənə bu üçbucaqda, baba bu üçbucaqda, baba yaşıl rənglədim. Bu üçbucaqda x'in kvadratı nəyə bərabərdir uşaqlar? Bax bu katetin kvadratı, yəni 1'in kvadratı, üstə gəl bax A-nın kvadratı. A-nın kvadratı. A-nın kvadratı nəyə bərabərdir? Bu da 5'dir də, düzdür? Bərabərdir 1, üstə gəl 5, eləyir neçə? 6. Deməli, x'in kvadratı nəyə bərabərdir? 6. Bəs x nəyə bərabərdir? Buradan bizdən x istəyirəm. Kök altında 6. Və bunun da cavabı belədir. 6 nömrəli, neçə nömrəli oldu bu? 7 nömrəli çalışma. Həlli də bax budur. Bax bu. Həlli budur. Bir də bu qədər. Baxaq görək. D variantı var orada. Bax. D variantı. Sonra bu neçə nömrəli oldu? Bunu səhv elədim mənə. Bu 7 dögülü. Uşaqlar üzr istəyirəm. Bu 8 nömrəli çalışmadır. Aydınmı? Bu 8 nömrəli çalışmaydı yazdığım. Yazdığım 8 nömrə. Aydınmı? 8 nömrəli çalışmadır bu. Bu çalışmadır. Bunun həlli. Bir də bu aradır. Bir də qırıq xətlə də çəkim uşaqlar. Baxın. Özünüz şəkili görən kimi biləcəksiniz də. Sonra 9 nömrəli çalışmanı yazıram. 9 nömrəli çalışma. Şəkili çəkək. Şəkili çəkdim. Sonra baxaq şəkili çəkək. Bu belə. Sonra bu bucaq bir dənə də bax belə orta deyil. Sadəcə olaraq birləşdiriblər də. İndi orada ilə də şəkilə görə orta dögüldü. Bəlkə orta nəzərdə tutulur, şərtinə baxacağıq da. Deməli bu oldu 2. Bu oldu 3. Bu da oldu 2. Bu x'dir. X'i tapacaq. X bərabərdir suala. Bax bu da düzbucaqlıdır ya, bunu göstərir sizə. Baxaq tapaq da burada. Necə taparıq? Deməli burada baxaq. Bu H-ın kvadratı H-ın kvadratıdır. Düzdürmü? H-ın kvadratı bax bu üçbucaqda, bax yaşıl rənglə xətt dediyim üçbucaqda. Nəyə bərabərdir? H-ın kvadratı bərabərdir. 2'nin kvadratı, yəni 4 çıxılsın bir də bu katetin kvadratı, x'in kvadratı. Bu belə. İndi gəl böyük üçbucağa baxaq. Bax qırmızı ilə bütöv, böyük üçbucağa baxaq. Bax bu üçbucağa baxmaq istəyirəm. Bax bu üçbucağa. İndi o üçbucaqda H-ın kvadratı nəyə bərabərdir uşaqlar? Deməli bərabərdir. X üstə gəl 2 dögül bu məsafə. Bəli. Bu da 3'dür də, elə deyilmi?
3'ün kvadratı yazıram. 3'ün kvadratı çıxılsın. Nəyə? Mötərizədə yazıram. X üstə gəl 2'nin kvadratına. Bax bunun kvadratı. Düzdürmü? Şimdi gəlin buradan H-ın kvadratları bərabərdir. Deməli sağlar da bərabər olacaq da. Bax yazıram belə. 3'ün kvadratı çıxılsın x üstə gəl 2'nin kvadratı bərabərdir 4 çıxılsın x'in kvadratı. Bax belə bir bərabərlik yazmışam. İndi buradan 9 çıxılsın. Burada işarələr 3'ü də mənfi olacaq. Düzdürmü? Düsturda bu mənfi eləcək. Düsturda müsbətdir, bu mənfi olaraq mənfi eləcək. Birinci ilə ikincinin vurma asılının 2 misli. 4x üstə gəl çıxılsın 4. Bərabərdir 4 çıxılsın x'in kvadratı. X'in kvadratı sağdakı mənfidir, soldakı da mənfidir. Bunlar əlbət ki gedəcək. Qalır 4x'i keçirdirəm sağa. 4x. O da bərabərdir. Bu 4'ü də sola keçirdirəm uşaqlar. 8 eləyir. 9'dan 8 çıxanda 1 eləyəcək. Deməli x nəyə bərabər oldu burada? 4'də 1'ə. İndi hesablamanı düz aparmışıqsa, deməli burada cavab 4'də 1 eləyəcək. Baxa görək varmı orada? Var, bəli. 0,25 eləyir orada. Aydınmı? Cavab orada B variantıdır. Belə yazmaq lazımdır. Keçirəm 10 nömrəli çalışmaya. 10 nömrəli çalışmaya. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən medianla hipotenuzun cəmi 39,2 cm olarsa hipotenuzun uzunluğunu tapın. Gəl bir düzbucaqlı üçbucaq çəkin. Bu düzbucaqlı üçbucaq. Deməli, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median, yəni orta nöqtəni birləşdirəcək uşaqlar. Bax, bu oldu median M. Düzdürmü? Bax, bunların üçü də bir-birinə bərabərdir. Heç ardını oxumuram. Hipotenuz 2 dəfə mediandan böyük olur. Hipotenuza çəkilən mediandan gedir söhbət abi. Və yaxud da median özünə bərabər parçalara ayırır hipotenuz. Bunların üçü də bərabər. Şimdi nə verib bizə? Mediandan M-lə. Nəyin cəmi? Ümumi hipotenuzun cəmini verib mənə. S-ni. Elə deyir də. Bəli. 39 kökdə 2. Kökdə 2. Bizdən neyi istəyir bəs? Hipotenuzun uzunluğunu. Hipotenuzun uzunluğu 2 hissədir də uşaqlar. Elə deyilmi? Bu neçə hissədir cəmi? Median, hipotenuzun bu hissəsi, bu hissəsi. 3 hissədə göl. Onda S nəyə bərabərdir uşaqlar? Deməli 39 kökdə 2'ni 3'e böləcəyəm. Olacaq 1 hissə. Hipotenuz da 2 hissədir. Vuracağım 2'yə. Bu deyilir 13 kökdə 2. 2'yə vuranda 26 kökdə 2. Aydınmı? Amma medianı istəsəydi məndən 13 kökdə 2 olacaq. Baxaq. Bax 13 kökdə 2 də var orada. Deməli Y variantıdır burada. Məsələ belə. 11 nömrəli çalışma. 11 nömrəli çalışmada nədir? Deməli bərabər yanlı düzbucaqlı üçbucaqda. Bu da bərabər yanlıdır. Bu bərabər yanlıdır. Daha doğrusu. Bu da deyəndə bundan əvvəlki bərabər yanlı deyil. Yəni bu tərəf buna bərabərdir. Bu da düzbucaqlıdır. Üçbucaqda hipotenuza endirilən hündürlüklə hipotenuzun cəmi verilir. Burada uşaqlar sadəcə olaraq həmin məsələdir. Sadəcə olaraq burada nə verir? Bax, bu hündürlük elə mediandır da, düzdürmü uşaqlar? Bərabər yanlı 13 verir ki, çəkilən perpendikulyar hipotenuzun orta nöqtəsinə gedib düşəcək, oturacağı. Aydın oldu. Yəni bu elə mediandır. Bax, M də yazdım bura. İstəyirsə aşağıda H-da yazım. Yəni H hələm M deməkdir də, median deməkdir. Bərabər yanlı üçbucaqda təpə nöqtəsindən çəkilən, ixtiyari üçbucaqdan gedir söhbət. Çəkilən hündürlük həm tənböləndir, həm mediandır və ya tərsinə, əksinə nə formada qəbul edirsiniz. Burada da bərabər yanlıdır. Ona görə bu median olacaq. Bunların deməli hipotenuzun cəmi. Bəli. Deməli yazıram eyni ilə M üstə gəl. Bu da S olsun. Aydınmı hipotenuz? Nəyə bərabərdir? 24 kökdə 3. Yaxşı, bizdən buradan hipotenuzun cəmi olarsa hipotenuzu istəyir, S-ni istəyir. S nəyə bərabərdir uşaqlar? 2 hissədə göz, bunların üçü də bərabər.
bu tərəflər də bərabər. Ha, bir-birinə. Bunları bərabər xətt çəkmişəm bir dənə. Bunları qarışdırmıyorum. Bu tərəf buna bərabərdir. Amma bunların üçü bir-birinə bərabərdir. Deməli, 24 kökdə 3-ü 3-ə böləcəyəm 3 hissədə axı. Vuracağım 2 hissəyə hipotenuzu tapmaq üçün. O da bərabərdir. Bu eləyir 12 kökdə 3. O 8 kökdə 3. Elədirmi? 8 kökdə 3. Onu da vuracağım 2-yə. O da eləyir neçə? 16 kökdə 3. Cavab oldu 16 kökdə 3 B variantı. Məsələ də belə. Sonra 12-ci məsələ. Uşaqlar, çox vaxt uşaqlar həndəsə məsələlərdən elə bir qorxan kimi eləyir. Xeyr uşaqlar, bir neçə dənəsini həll eləyə bilsəz, hər birimizdən yaxşı işləyə bilərsiniz. Hər biriniz qədər işləyə bilərsiniz. Necə istəyirsiniz qəbul edin. Yəni işləyə bilərsiniz. Bunu demək istəyirəm sizə. Bax, fikir verin, katetləri 12-16 sm olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilən medianın uzunluğunu tap. Bax, fikir verin, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Katetləri neçədir? Biri 12-dir, biri 16-dır. Düzdürmü uşaqlar? Düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş medianın uzunluğunu tapın. Ben median da orta nöqtə ilə birləşdirirəm. Bunlar bilirsiniz ki, bərabərdir bir-birinə. Düzdürmü? Median da düzbucaq təpəsindən çəkilir. Medianın uzunluğunu tapın. Bana fikir verin uşaqlar. Hipotenuz S nəyə bərabərdir uşaqlar? Bax, S. S bərabərdir. Kök altında yazacağım uşaqlar. Aydınmı? 16'nın kvadratı çıxıl üstə gəl 12'nin nəyi kvadratı? Bu da beraberdir. Kök altında 256 üste gel 144. Bu da neye beraberdir? 400'e. Elədir mi? 400'den de kök neçə çıxır? 20. Deməli S neçədir? 20. Yaxşı, bu nəyə bərabərdir? S 20 ise bunların üçü də bərabərdir. Axı 2'yə böləkdə. Elədir mi? M'i tapmaq üçün M bərabərdir 20 bölünsün 2. Bərabərdir 10'a. Uşaqlar, mən burada Fəqor teoremindən istifadə edim. Amma siz fikir verin, 16 nə deməkdir? 4 vur 4 deməkdir. 12 nə deməkdir? 3 vur 4. Deməli, bu neçə olmalıdır? 5 vur 4. Aydın oldu. Baxın, bunlardan da istifadə edeyim. Mən onları burada yaza bilmirəm. Dərhal onu ilə istifadə edeyim, yekunlaşdırım məsələni. Yox. Aydınmı? Mən bunları deyirəm ki, özünüz tətbiq edin sonra. 13 nömrəli çalışmaya bax. Katetləri 15 ve 20 cm olan düzbucaqlı üçbucağın hipotenuzda çəkilmiş median uzunluğunu tapın. Həmin baxaq. Katetləri neçədir? Biri 15'dir, biri 20'dir. Düzdürmü? Medianın uzunluğunu tapacaq. Baxaq. Bu da M'dir. Bax belədir. İndi baxaq. Burada katetlər verilib. Yox. Hansıdır bu? Bu 13 nömrəli çalışmada 13'də 15 ilə 20 verib də, düzdürmü? Üçbucağın hipotenuzuna çəkilmiş medianın uzunluğunu tapın. Bax, bunlar bərabərdir. Elədirmi? Gəl hipotenuzu tapaq. Bütün bu S olsun. S'nin kvadratı nəyə bərabərdir? 20'nin kvadratı üstə gəl neçə? 15'in kvadratı. O da bərabərdir. Bərabərdir. Bu eləyəcək 400 üstə gəl, bu da 15'in kvadratı 225. O da eləyir neçə? 625. Bəs S'nin kvadratı əgər 625 ise S nəyə bərabərdir uşaqlar? S bərabər olacaq kök altında 625'e. O da bərabər neçə eləyir? 25. Deməli S neçə oldu? 25. Yaxşı, median nəyə bərabərdir? Bizdən medianı istəyir də, düzdürmü? Bu da median uzunluğunu tapın. 25'i əlbət ki 2'ye böləcəyəm. Eləcək neçə? 12,5 onluq kəsirlə yazılar da yəni. Y variantı. Bax, bu belə. Sonra baxaq 14 nömrəli çalışmaya. 14 nömrəli çalışma. Burada nə deyir? Katetləri verilib düzbucaqlı üçbucağın perimetrini tapacaq. Bu düzbucaqlı üçbucaqdır. Katetlərinin biri 5'dir, biri 12'dir. Düzbucaqlı üçbucaqda perimetri tapacaq. P bərabərdir nəyə? A, S, B. Üçbucaq A, S, B. Bunu tapacaq uşaqlar. İki tərəf verilib, üçüncü tərəfi tapıb toplayacaq da. Yaxşı, AB'nin kvadratı nəyə bərabərdir?
Kök altında yok, kvadrat yazdım. 5'in kvadratı üstə gəl 12'nin kvadratı. Bu neçə eləcək? Bu 25 eləyir. Üstə gəl 144 eləyir. O da bərabər neçə? 169. Elədirmi? AB'nin özü bərabərdir kök altında 169. Bu da eləyir 13. Bu da 13. Yaxşı, perimetri tapaq da. 5 üstə gəl 12 üstə gəl 13. 12'nin 13 25 o da 5. Cavab elədi neçə? 33 bucaq A, C, B. Cevap 30 tapdım uşaqlar. 14 nömrəli çalışmada 30 B variantıdır. Variantında yazaq. Və belə. Sonra deməli keçirik 15 nömrəli çalışma. 15. Katetləri 8 santimetr, bir de 15 santimetr olan düzbucaqlı üçbucağın perimetrini tap. Bu düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucaq. Biri 8'dir. Biri 15'dir katetlərin. Sonra üçbucağın perimetrini tapacaq. P bir tane üçbucaq da elə üçbucaq yazıram işarəsini burada bunu bu qaydayla yazalım. Düzdürmü? Bu C'dir. Düzdürmü? C'nin kvadratı nəyə bərabərdir? 15'in kvadratı üstə gəl 8'in kvadratı. Bərabər. Daha kvadratları özünüz hesablayın. Bu 225 eləyir, bu da 64 eləyir. 289 eləyəcək. C də bərabər neçəyə? 17. Kök altında 289'dan kök neçə çıxır? 17. Deməli C nəyə bərabərdir? 17. Bəs perimetr nəyə bərabərdir? Toplayırıq. 15 üstə gəl 8 üstə gəl 17. 15. Düzdürmü? 15 üstə gəl 8 üstə gəl 17. Yəqin ki 8 ilə 17'ni birinci toplayarsınız. 25 eləyir, bu da 15. Cavab oldu neçə? 40. Deməli 15'də cavab oldu 40. C variantı. 16 nömrəli çalışma. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyalarının uzunluqları biri 12'dir, biri 48'dir. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlüyü. Gəlin bu üçbucağı istəyirsiniz belə çəkin. Və belə çəkirəm. Bu 90 dərəcəni belədir. Və belə. Aydındır mı? İndi deməli 16 nömrəli çalışmadır. Düzbucaq təpəsindən perpendikulyar çəkilir uşaq. Bax çəkdim perpendikulyar. Bu katetlərin hipotenuz üzərindəki proyeksiyalar. Bax fikir verin uşaqlar. Proyeksiya nə deməkdir? Bu elə bil ki bu parçanın bir ucu buradadır. Bir ucu bunun üzərində deyil. Bu ucdan perpendikulyar çəkiləndə A'nın proyeksiyası bu olur uşaqlar. Yəni rəngini göstərim. A'nın proyeksiyası budur. Aydındır mı? Sonra orada bir de var B'nin proyeksiyasında deyir bizə də, düzdürmü? Bax bunu da yaşıl rənglərim. Bax bu da B'dir. Bax uc nöqtəsindən perpendikulyar çəkilir uşaqlar. Aydındır mı? Bax bu da B'nin proyeksiyasıdır. Aydın oldu. Şimdi bunlar verilib mənə. Neçədir? Baxa, biri 24'dir. Biri de neçədir? 54'dir. Bax bu məsafə də 54'dir. Bax fikir verin, bu məsafə verilib 54, bu məsafə də 24. Elə mi? İndi bizdən neydir? Düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlüyü tapın. H. Düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı, uşaqlar, H-ın kvadratı bərabərdir. Bax, hipotenuzdan ayırdığı hissələr hasilidir. Bayaq çalışmalarda yazmışam. 54 vur 24. İndi H-ın özünü tapaq da kök altında 54'ü necə yazalım uşaqlar? 9 vur 6 kimi. Düzdür? 24'ü də yazaq 6 vur 4 kimi. Buradan kök alaq. Bərabər 9'dan 3 çıxır. 2'dən 6'dan bir dənə 6 çıxır. 4'dən də 2 çıxır. Bu da elədi 36. Vursaydıq 1000 neçə eləyəcəkdi. Aydındır mı? Sonra kök alacaqdıq ondan. Deməli H nəyə bərabərdir? 36'ya. Yazdım 36. Cavab budur. Deməli 16 nömrəli çalışmada 36A variantındadır. Keçirəm 17'yə. 17'də nədir? Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyaların uzunluqları verilib, düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlüyü tapın.
Yazaq. Yenə də bax, belə olmasın, bax belə olsun. Şəkili elə çəkdim, indi bu da belə çəkim. Fərqi yoxdur uşaqlar. Baxaq, bax. Düz bucaq təpəsindən perpendikulyar çəkdim. Bax 90. Baba bu 90 dərəcədir bunlar. Düzdürmü uşaqlar? Bax bu tərəfin, bax bu tərəfin, bax bu tərəfin. Baba bunun proyeksiyası bax budur uşaqlar. Aydın oldu. Bax budur. Hər ikisini yaxşı elədi. Amma baxaq, bax bunun proyeksiyası uşaqlar, bunun proyeksiyası isə perpendikulyar indirilib də təpədən bura, düzdürmü? Bax bunun proyeksiyası bax budur. Hər ikisinin qırmızı. Aydın oldu. Bax burada mən çevirim vərəqi, deməli, bax bu elə bil ki A'dır. A. Bu isə, bax burada yazıram. Proyeksiya A. Aydınmı? Bax bu B'dir elə bilin. Bu isə proyeksiya B. Bunu da yazdım. Mənə elə gəlir ki burada da siz proyeksiya haqqında heç bir probleminiz olmaz. İndi başlayın məsələni həll etməyə. Məsələdə verilənlərə baxaq. Nə verilir bizə? Katetlər verilir də bizə də. Biri 12, yox. Bak şimdi proyeksiyalar. Biri 12'dir, biri 48. Bu 12'dir, bu da 48. Biz de bilirik ki h neye beraberdir? H'ın kvadratı. Mütenasibdir de bunların arasında. Düzdür mü? Deməli 48 vurulsun neçə olacaq? 12. 48 vur 12. Şimdi h'dan kök alır. 48'i necə yazar? 12 vur 4 kimi. Bu da 12. 2 dənə 12'den bir dənə 12 çıxır. 4'ten de 2 çıxır. 24. 47 576 eləcəkdir, kök alınır. Bir də belə. H neçə oldu? 24. Burada da yazdım 24. Baxın görək, bu 17 idi də, düzdürmü? 24 A variantıdır orada da. A variantı. Keçirəm 18 nömrəli çalışmaya. 18 nömrəli çalışmada nədir? Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyaları verilib, düzbucaq təpəsində hipotenuza çəkilmiş hündürlüyü tapın. Burada da yenə də həmin məsələdir. Deməli, bu dəfə belə çəkirəm. Fərqli çəkirəm. Baxın, hansı cür xoşunuza gəlir, ondan istifadə edirəm. Belə çəkdim şu an. Bax, bu 90 dərəcədir. Perpendikulyar endirdim. Aydınmı? Bax, bu oldu A'nın proyeksiyası. Bax, bu. Düzdürmü? Bax, proyeksiya A. Bu da oldu. Bax, bu da oldu. Bax, B'nin proyeksiyası. Aydındır? Yazıram. Proyeksiya B. Şimdi burada da yine de proyeksiyalar verilib də. Biri 16'dır, biri 36. Bunu yazıram 16. 16. Bunu da yazıram 36. Bu da H'dır. H'ın kvadratı bərabərdir. Nəyə bərabərdir? 16 vur 36'ya. Mesela H nəyə bərabərdir uşaqlar? Burada rahatdır. Köklər dərhal alınır. 4 vur 6. 24. Deməli H neçə oldu? 24. H 24 Y variantıdır. Cevap Y variantı. Şimdi 19 nömrəli çalışmaya keçək. Baxaq görək orada nə deyir. Baxaq. 19 nömrəli çalışma. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyalarının uzunluqları verilib, düzbucaq təpəsində hipotenuza çəkilən hündürlüyü tapın. Mən şəkili çəkməyəcəyəm. Bax, neçə dənəsini çəkmişəm. Bir dəfəli yazıram. H'ın kvadratı bərabərdir. Proyeksiyaların hasilində 18 vur 72'ye. Buradan da H bərabərdir. Kök altında 18'i yazıram 9 vur 2 kimi. 72'ni yazıram 2 vur 36 kimi. O da bərabərdir. 9'dan 3 çıxır. 2 dənə 2'dən bir dənə 2 çıxır. 36'dan da 6 çıxır. Bu da eləyir neçə? 6, 36. Cevap oldu neçə? 36. H 36'dır. Bax gördünüz, şifa yazdım onu. B variantı. Çünki bunları yazmışsınızsa, başa düşmüşsünüzsə bunu dərhal siz də yaza bilərsiniz. 20 nömrəli çalışmaya baxın. Düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənbölən qarşıdakı tərəflə 70 dərəcəli bucaq əmələ gətirir. Üçbucağın böyük iti bucağını tapın. Bu düzbucaqlı üçbucaqdır. Deməli tənbölən çəkilib. Bucağı yarıya bölür. Tənbölən çəkilibsə dərhal bilin ki uşaqlar bu 45'dir. Bu da nədir? 45 dərəcə. Düzdürmü? Tənböləndir də elədir də. Iti bucaq təpəsindən, yox, tənbölən iti bucaq təpəsindən çəkilib uşaqlar.
iti bucaq təpəsindən çəkilir. Mən düz bucaq təpəsindən çəkdim onu. Yox. 20 nömrəli çalışmaya. Baxaq. Çəkək. Deməli bir dənə üç bucaq çəkək. Belə bir üç bucaq çəkdim. İndi deyir ki, tənbölən iti bucaqdan tənbölən çəkilir. Baxaq. Belə bir tənbölən çəkilir uşaqlar. 90 dərəcə budur. Bu bucaq. Bu bucaq alfadır. Bu da alfadır. Tənbölən çəkiliblər. Deyir ki, nə deyir məsələdə? Deməli, tənbölən qarşıdakı tərəflə 70 dərəcəli bucağı əmələ gətirir. Yəqin ki, bunu tapar. 70 dərəcə bu olar da, düzdür uşaqlar. Bizdən nə istəyir? Yüngül məsələdir ki. Üç bucağın böyük iti bucağını tapın. Aydın məsələdir. Bir də böyük iti bucağı düzdür. Şəkilə görə bu deyil, amma axırı üçün oxusaydım çəkərdim. Tənböləni buradan çəkərdim. Ziyan yoxdur uşaqlar. Qəbul eləyək də həndəsədir. Baxaq. Deməli, bu alfa nəyə bərabərdir? Alfa. Alfa bərabərdir. Alfa ilə 70-in cəmi, 70-in cəmi. 90 dərəcədir də, düzdürmü? Çünki bu düz bucaqlı, üç bucaqlı, iti bucaqların cəmi 90 dərəcə. Alfa nəyə bərabərdir? 20 dərəcə. 90-dan 70-i çıxdı. Bu 20-dirsə, bütöv. Deməli, bu bucaq. Bucaq, bu A. A, B, C. Bucaq A nəyə bərabərdir uşaqlar? 2 dənə alfa da göl, bu deyilir 40 dərəcə. Bu A belədirsə, onda bucaq C nəyə bərabərdir? C ilə A-nın cəmi, lap yazım üstəgə. A-nın cəmi. Neçə eləyir? 90 dərəcə də göl. Düz bucaqlı, üç bucaq da bütövdür. Deməli, bucaq C, yəni bucaq beta, hə? Nəyə bərabərdir? 90-dan çıxacaqsan nəyi? 40 dərəcə. Eləcək neçə? 50 dərəcə. Deməli, bu şəkilə görə beta nəyə bərabərdir? 50 dərəcə. Cavab, bax, bunu tapdım mən uşaqlar. Orada bu da 20 nömrəli çalışmadır. Böyük iti bucağını. Biri 40'dir, biri 50'dir. 50'ni tapdım, yazdım Y variantı. Kiçiyini deseydi elə bunu ilə razılaşacaqdım. Aydındır. 21 nömrəli çalışmaya baxaq. 21 nömrəli çalışma. Düz bucaqlı üç bucağın iti bucaq təpəsindən çəkilən tənbölən qarşıdakı tərəflə 80 dərəcəli bucaq əmələ gətirir. Üç bucağın böyük iti bucağını tapın. Yenə də böyük iti bucağını tapacaq. Baxaq. Çəkirəm bir üç bucaq şəkil. Çəkdim belə bir. Deməli, tənböləni çəkirəm. Bax, yenə də bax. Bu bucaqdan tənböləni çəkdim. Bax, çəkdim burada. Düzdürmü? Biri X olsun. Bu da tənböləndir. X olacaq. Eləmi? Çünki tənböləndir. Sonra deyir ki, qarşıdakı tərəflə 80 dərəcəli bucaq əmələ gətirir. Bu bucaq da 80 dərəcədir. 80 dərəcə. Və bizdən tələb edir ki, üç bucağın böyük iti bucağını tap. Bu 80'dırsa, bu 90'dır da, düzdür mü uşaqlar? Düz bucaqlı üç bucaqda, bu üç bucaq düz bucaqlıdır. Fikir verin, bu üç bucaq. Düz bucaqlı üç bucaqda, düzdür mü? Böyüyü də düz bucaqdır. İti bucaqların cəmi 90 dərəcə olacaqdı. X ilə 80'ın cəmi neçədir? 90 dərəcə. Bəs X nəyə bərabərdir? 10 dərəcəyə. Düzdür mü? Bu X 10 dərəcədirsə, bəs yaxşı, bu alfa nəyə bərabərdir? Alfa ilə 2 dənə X-in cəmi neçə eləyir? 90 dərəcə. Elə də gəl uşaqlar, bütün 2 dənə X-də, iti bucaqların cəmi 90'dır. Alfa bərabər 90'dan çıxacaq 2 dənə X-i. X 10'dur da 20'ni. O da eləyəcək neçə? 70 dərəcə. Bu işarələri özünüz yazın. Dəftərinizdə yazandı. Lazım gələndə dərəcələrini. Oldu. Deməli, bu bucaq oldu neçə dərəcə? 70 dərəcə. Bizdən də bunu istəyir də. 70'i istəyir. Böyüyünü istəyir. C variantı. O da C variantı. 22 nömrəli çalışma. Düz bucaqlı üç bucaqda hipotenuza çəkilmiş hündürlük 1 cm. Katetlərdən biri isə 2 cm bərabərdir. Bu üç bucağın iti bucağını tap. Düz bucaqlı üç bucaqda ardını oxuyalım. 22'də. Hipotenuza çəkilmiş hündürlük 1 cm. Perpendikulyar indirdim buraya. Bak, perpendikulyar indirmişim buraya. Bu 1'dir. 1 cm. Aha. Katetlərdən biri isə 2 cm bərabərdir. Katetlərdən biri isə 2 cm bərabərdir. Yazdım bunu da 2 cm.
Bu üç bucağın iti bucaqlarını tapın. Hə, iti bucaqlarını tapacağıq uşaqlar. Baxaq. Deməli, bu bucaq 30 dərəcədir. Nə bildim? 30 dərəcə. Bu 90 dərəcədir axı uşaqlar. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. 2'nin yarısıdır bu. Deməli bu 30'dur. Bəs bu bucaq neçə dərəcə olacaq? Əlbəttə ki bu bucaq da deməli bu betdə neçə dərəcə olacaq? Betdə ilə 30 dərəcənin cəmi nəyə bərabər? 90 dərəcədir də. Elədirmi? İti bucaqların cəmi, düz bucaqlı, üç bucaqlı. Hə, deməli betdə də olacaq 60 dərəcə. Belə çıxır bucaqlardan biri 30 dərəcədir, digəri isə 60 dərəcədir. 22'də A variantında var. Yerlərini dəyişik də tapa bilərdik. Uşaqlar, indi mən orada 30 düzdür, 30'un 60 yazır. Ancaq ümumiyyətlə 60-30 olanda nədir ki? Bax, axtarıb tapırsınız da hansıdır. 23 nömrəli çalışma. 23. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük 3 cm. Katetlərdən biri isə 6 cm olarsa, bu üçbucağın iti bucaqlarını tapın. Yenə də baxaq, çəkirəm şəkili. Düz bucaq təpəsindən çəkilən perpendikulyardır bu. Nəyə bərabərdir? 3'ə. Sonra katetlərdən biri isə 6'ya bərabərdir. Bax, bu dəfə burada götürürəm. Deməli 22'də aşağıdakini götürdüm. Katetin uzunluğunu. Bu dəfə yanı götürürəm. Fərqi yoxdur. Məsələn, əlində fərq təsir eləmir. Əvvəl indi mən yaza fikrimdə götürdüm. Dedim birdən fərqi olar. Amma fərqi yoxdur. Heç bir fərqi yoxdur. Bax, fikir ver, bu 30 dərəcədir. Fərqi odur ki, bucaqlar 60 dərəcə olan 30 dərəcə olur da. 30 dərəcə olanda 60 dərəcə. Bax, nə üçün? 3 6'nın yarısıdır. Bu 90 dərəcədə gör. Katet hipotenuzun yarısı. Deməli bu 30 dərəcədir. Aşağılar, bunu ilə bunun cəmi 30 dərəcənin cəmi 90 eləyir də. Belə çıxır, bu da 60'dır da. Belə çıxır nədir? 30 ilə 60. Bunun da bucaqları belədir uşaqlar. 23'də. 23'də 30 ilə 60 C variantıdır burada da. Sonra 24 nömrəli çalışmaya baxalım. 24'də. Üçbucağın bucaqların nisbəti 1, 2, 3. 1, 2, 3. Bax, mən bayaq dedim sizə. Bunu yadınızda saxlayın. Mən hesablamayacağım. Əvvəlki məsələlərin birində hesabladım bunu. Deməli, bu bucaqlar biri 30 dərəcədir, biri 60 dərəcədir, biri də 90 dərəcədir. Ne üçün hesablamıram? Tənbəllik eləmirəm. Ona görə hesablamıram ki, uşaqlar, imtahanlarda belə şey düşəndə, bilin ki, vaxtınız getmir. Bax, budur. Yazdım bunu. İndi baxın, görək nə deyir ardını. Böyük tərəfin uzunluğu 8 cm-dir. Deməli, düz bucaqlı üç bucaq çəkirəm dərhal. Böyük tərəfin uzunluğu 8'dir. Belə çıxır, hipotenuz 8'də, hipotenuz böyükdür. Böyük tərəfə çəkilmiş medianla kiçik tərəfin uzunluqları cəmini tapın. Böyük tərəfə çəkilmiş medianla ortanı birləşdirin. Medianı bəri başdan yazıram. Bu mediandır da, düzdürmü? M hərfi yazın. M nəyə bərabərdir uşaqlar? Əlbəttə 8'in yarısına. Bir də bax, bu da 4 olacaq. Bax, bu da 4'dür, bu da 4'dür. Bax, yazdım 4. Bunu tapdım. İndi orada bizdə deyir ki, kiçik tərəfin uzunluqlar cəmini tapacaq. Aydınmı? Baxaq, bucaqlara müraciət edəcəyəm. Kiçik tərəf, kiçik bucaq qarşısındakidir. Aydınmı? Bax, 30 dərəcə qarşısındakı tərəf budur. Ona görə bu tərəf bunlardan kiçik olacaq. Bir də katetdən kiçik olacaq. Hipotenuzdan aydın məsələdir. Bu katetdən kiçik olacaq. Deməli, mən bunu tapmalıyım. Bu da 30 dərəcə yazıram burada. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuz neçədir? 8. Bu da olacaq neçədir? 4. Mənə də medianla kiçik tərəfin cəmini istəyir. A kiçik tərəfdir də. Median üstə gəl A. Nəyə bərabər? 4 üstə gəl 4. O da bərabər neçəyə? 8'ə. Aydındır mı? Cəmi 8. Bəli, bu qayda ilə. Neçə? 24 nömrəli çalışma D var. Sonra baxaq 25 nömrəli çalışmaya. 25. Yazıram 25. 25 nömrəli çalışmada nədir? Üç bucağın iti bucaqlarından biri 30 dərəcədir.
Ona bitişik katet 3 santimetrdir. Hipotenuza çekilmiş medyanın uzunluğunu tapaq. Çəkək düzbucağı. Düzbucağını çək. İti bucaqlarından biri 30 derecedir. 30 derece. Ona bitişik katet, deməli, üçbucağın iti bucaqlarından biri 30 derece. Ona bitişik katet 3 santimetrdir. Bu da 3. Hipotenuza çekilmiş medyanın uzunluğunu tapın. Bu da medyandır. Aydınım, orta nöqtəni birləşdir. Bax, bunlar bərabərdir üçü də. M yazıram burada. Ha, indi deməli, tapmalıyam mən medyanın uzunluğunu. M bərabərdir sualı. Bunun üçün hipotenuzu tapım gərək də. Bax, bunu mən sin, kosinusun tərifindən istifadə edəcəyim. Bax, bitişik katetin, bu S olsun. Bax, bütöv bu. Bax, bitişik katetin 3'ün nəyə nisbəti? Hipotenuza nisbəti. O da bərabərdir. Nəyə? Bu bucağın kosinusu. Kosinus 30 derece. Buradan da deməli 3 bölünsün S bərabər 30 derecede kökdə 3 böl 2'dir. S nəyə bərabərdir? 6 böl kökdə 3'ə. Düzdürmü? Belə vurulur da kökdə 3'ə bölünür. Kökdə 3'ə belə surətində, məxrəcini də kökdə 3'ə vuranda, qoy vurun. Vurulsun kökdə 3, irrasionallıqdan qurtarırıq da, düzdürmü? Ayrıca sual olur ya olur. Bu elər 3, 3'ün 6 gedir ixtisar 2 kökdə 3. S neçə oldu? Deməli, S oldu 2 kökdə 3. Yaxşı. Bəs S 2 kökdə 3 isə onda M nəyə bərabərdir? Əlbəttə ki, S böl 2'yə. Çünki bunların 3'ü də bir-birinə bərabərdir. O da bərabər 2 kökdə 3 böl 2 bərabərdir kökdə 3'ə. Cavab oldu neçə? Kökdə 3. 25. 20 kökdə 3 A variantı. 26'nı yazırım. 26. Burada ne deyir? Düzbucaqlı üçbucağın iti bucağı 75 dereceye bərabərdir. Çəkin bir dənə düzbucaqlı üçbucaq. ...75 derece. Bak, bunu yazdım 75. Sonra ne der orada? Beraber. Bu üç bucağın düz bucaq tepesinden çəkilmiş hündürlüğü ve medyanı arasındaki bucağı tapın. Bak, bu da hündürlük. Bu da 90 derece. Bu da medyan. Orta nöqtəni birləşdirdi. Böyle. Aydın mı? Qoy bunu qırmızı ilə çəkin. Bak, bu medyan. Bu medyan. M yazıram. Burada da H yazıram. Bu da hündürlük. Bunlar arasındaki bucağı istəyir məndən. Bak, bu bucağı istəyir. Alfa. Baxaq. Bu medyandırsa, belə çıxır ki, uşaqlar. Bax, gəl hərflərlə yazım onda. A, S, B. Bu K, bu da Y. Bax, fikir verin. Bucaq. Y, S, B. Y, S, B. Bərabərdir neçəyə? 75'ə. 75'ə. Bax, bu bucaqdır ya, 75. Bax, bu bucaq bütün. Aydın oldu. Ne üçün? Çünkü M, bak bu da M'dir, bak bu da M'dir. Bak bu da M'dir. Bak bu da M'dir. Bak, yazdım. Aydın oldu, bərabər yanlıdır. Deməli, bu 75. Və bir də perpendikulyar çəkilib. Perpendikulyar çəkilibsə, gəl K, S, B-ni tapayım. Bucaq K, S, B-ni. Bax, fikir ver. K, S, B. Bu 90'da göl. Belə çıxır ki, bu bucağın KSB ilə bu bucağın cəmi neçədir? 90 derece. 90'dan çıxacağım 75'i də. 75'i. Bu elədi neçə derece? 15 derece. Düzdürmü? Deməli, bu bucaq 15'dir. Baba bu. Bax, 15. Elədir mi? İndi mən bütöv hansı bucaqdan? Y, S, B 75'də axı 75'dən neçəni çıxmalıyam? 15'i. Deməli, alfa bərabərdir 75 derece çıxılsın 15 derece. O da bərabərdir 60 derece. Deməli, alfa neçə derece oldu? 60 derece. Baxaq görək, düz yazdı onun məsələni. 26 nömrəli çalışmada A variantıdır. Deyək, bu qayda. Sonra 27'ye baxaq. 27'də nedir? Deməli, deyir ki,
Bu üçbucağın düzbucaqlı üçbucağın iti bucağı 75 dereceye beraberdir. Yine de həmin mesele formasındadır. Bakın çekim şekli. Üçbucağı deməli 27. Düzbucaqlı üçbucağın iti bucağı 75 derecedir. Ben yazdım burada 75 derece. Sonra bu üçbucağın düz bucağı tepesinden çekilmiş tembölen ve medyan arasındaki bucağı tapın. Bak, tembölen ve bir de medyan arasındaki bucak. Bu orta ile birleştirin. Bak bunu. Bak, bu da tembölen. Bu tembölendi, bu da medyandı. Bak böyle. Şimdi burada nedir? Deyən baxaq onlara. Deməli, bu 75 derecedir. Bizden tələb edir ki, deməli, tembölen ve medyan arasındaki bucaq. Bak, bu bucağı istəyir bizden. Bak, alfa. Yazdım bura alfa. Adlandıraq. A, S, B. Burada darısqallıqdır. Ona göre K, N. Deməli, bizdən istəyir bucağı K, S, N. K, S, N. Bak, bunu istəyir bizdən. Bu temböləndir. Temböləndirsə bu bucaq neçə dərəcədir? 45 derece. Düzdür mü uşaqlar? Bu 45 dərəcədirsə bir də qaraladım. Yaxşı. Bəs K, S, A neçədir? Bucaq K, S, A bərabərdir. Bak, bu bucaq K, S, A. Bunlar bərabər deyil. Bu da M'dir. Bu da M'dir də. Yenə bayaqki kimi də. Bu da M'dir. Bərabər yanlıdır da. Deməli, bütöv K, S, A bucağı neçə olacaq? 75 derece. Düzdür mü? Bəs K, S, N nədir? K, S, N. O bucaq nəyə bərabər olar? 75'den çıxacağım nəyi? 45'i. 75'den çıxacağım 45 derece. O da eləcək 15 derece. Cavab olacaq neçə? 15 derece. Deməli, bu bucaq neçə derecede? 15 derece. Bu da oldu 27 nömrəli çalışmada 27 nömrəli çalışmada B variantı. B variantı. Daha aydın mı uşaqlar? Burada B variantı. 75'ten deməli, baxın, düz çıxmaya uşaqlar. Bu bucaq 75 derecedir. O 15 eləmir, 30 derece eləyir ay uşaqlar. Bax, səhv eləyəcəkdim. Belə mexaniki səhvləri qəbul edin uşaqlar. B variantı deyil orada. Onda 30 derece var mı? C variantıdır. C variantıdır uşaqlar. Bəli, belə. 28 nömrəli çalışma. Katetləri A bərabər 9, B 12 cm olan düzbucaqlı üçbucağın A katetinin betonun üzərindəki proyeksiyasını tapın. Çəkək düzbucaqlı üçbucaq. Deməli, bunun katetləri A bərabərdir 9, B də bərabər neçə? 12. A katetinin betonun üzərindəki proyeksiyasını tapın. Buradan perpendiküler indirirəm, aydın məsələdir. Proyeksiya bir də budur. Aydın mı? Bu proyeksiya. Yazıram. P-R-A. Aydın mı? Bir X yazacağım bunu. X. Kimi tapar da belə yazmıyor. Proyeksiya A budur. Şimdi A 9'dur. Deməli B de 9. Görək bunu necə taparıq uşaqlar. Gəlin belə yazaq da. Bu olsun hipotenuz. Düzdür? S. Gəlin S'ni tapaq. S'nin kvadratı nəyə bərabərdir? 12'nin kvadratı. Üstə gəl neçə? 9'un kvadratı. O da bərabərdir. Bu 144 eləyir. 144. Bu da eləyir neçə? 81. Bu da elədi 225. Deməli, S'nin özü nəyə bərabər? Kök altında 225. O da bərabərdir 15'e. Belə çıxır S neçə oldu? 15. Bir də üzərində də yazdım 15. Şimdi X'i tapalım. Bax, metrik münasibətlərdə uşaqlar belə bir bərabərlik var. Bax, yazıram. Perpendikulyar deyə bunu da qeyd edir. A'nın kvadratı, bax, A'nın kvadratı bərabərdir. Bax, proyeksiya A, bax, proyeksiya A. Aydındır mı? Proyeksiya A. O da vurulsun bütöv hipotenuza 15'e, S'ye. Şimdi bana aşağıdan yazın. A'nın kvadratı beraberdir.
x, bu da vurulsun neye? 15'e. Ve buna beraberdir. A neye beraberdir uşaqlar? 9'un kvadratı da düzdür. A 9 da 9'un kvadratı beraberdir. X vurulsun neçəyə? 15'e. Böyle bir cevap var idi. Buradan da x neye beraberdir? 81 bölünsün neçə? 15. 3'e bölünür də 5'də neçə? 27. Ne bileyim belə saxlaya bilər bunları. Yoxsa baxım cavablardan 10'luq kəsirlə saxlayıb 2'ye vuranda neçə eləyir? 10'da 54. O da eləyir 5 tam 10'da 4. Var belə bir cavab elədi. Var orada A variantı. Cavab nədir? A variantıdır. İndi yeri gəlmişkən bunu da deyim sizə uşaqlar. Əgər bunu tapacaqsınızsa 12'nin kvadratı bərabərdir. Bax bu hissə vurulsun 15'e. Metrik münasibətlərdə də düzbucaqlı, üçbucaqlı metrik münasibətlər deyilən mövzu var. O mövzudadır. Bu qayda ilə yazmaq lazımdır onları. Sonra bu oldu 20 neçə? 28. 28 nömrəli 29'u yazaq 29'a. Baxaq 29'da nedir? Katetləri 12, 16 olan düzbucaqlı üçbucağın B katetini betonun üzərindəki proyeksiyasını tap. Bax düzbucaqlı üçbucaqdır. Çektim düzbucaqlı üçbucağı. Perpendikulyarda çektim. Perpendikulyar. Bak bu tərəfim nə verilib bizə? Qoy bu tərəfdən də götürüb. Katetlər A, bu B olsun. B bərabərdir 16, bu da A bərabərdir 12. Düzdürmü? Deyir ki, B katetinin hipotenuzun üzərindəki proyeksiyasını tapın. Bak proyeksiya budur. Aydın oldu. Bak proyeksiya budur. Bak yazıram burada. Proyeksiya B. Aydın mı? Bunu x ilə işarələyirəm. Yəni x'i tapacaq. Bak bunu tapacaq. Şimdi baxaq. Gəlin hipotenuzu tapaq. Hipotenuz neçədir? S'dir. S'nin kvadratı nəyə bərabərdir? 16'nın kvadratı. Üstə gəl neçə? 12'nin kvadratı. Bu da bərabərdir. 256 eləyir. O da üstə gəl neçə? 144. Bərabərdir. Bərabərdir 400'e. S nəyə bərabərdir? 20'ye. Kök alan 20. S bərabərdir 20'dir şu an. Şimdi baxın. Bax 16'nın kvadratı yazıram. 16'nın kvadratı bərabərdir. Nəyə? X. Amma bu perpendikulyardır ha uşaqlar. Diqqətlə fikir verin. Götürüb tənbölən və yaxud median çəkib bu nisbəti yazmayın. Bu bərabərliyi yazmayın. Vurulsun bir də 20'ye. X'i tapaq. X'i tapanda 16'nın kvadratı 256 eləyir də, düzdürmü? Bu da 20'ye böləndə 2'ye bölək 10'luq kəsirlə yazar. Yəqin elə yazarlar da. Bu 1, 2, 8, bu da 10 eləyir. Bu da elə də 12 tam 10'da 8. Deməli proyeksiya neçə oldu? 12 tam 10'da 8 tapdım. Baxa görə bu neçə nömrəli idi? 29 B variantında var. B variantı. İndi də 30 nömrəli çalışmaya baxaq. 30 nömrəli çalışmaya. Deməli ABC üçbucağında belə bir üçbucaq verilib bizə. Şəkili çəkim. ABC üçbucağında sonra nə deyir ardını? AB bərabərdir BC-yə. Deməli ABC üçbucağında bu tərəf bu tərəfə nədir? Bərabərdir. Sonra nə deyir? Deməli bərabər tərəfləri qoy. Belə bu deməkdir. Bax bu tərəf uşaqlar. Bax bu tərəf, bax bu tərəf. Bax bu tərəfə nədir? Bərabərdir. Aydınmı? Şimdi bax fikir verin, ardına baxıram, oxuyuram. D nöqtəsi AB-nin. D AB-nin. Bax bu D nöqtəsi AB-nin. Sonra bir də qırmızı ruçka harada qaldı? Hə, buradadır qırmızı ruçkada. Sonra var orada deməli D nöqtəsi AB və Y nöqtəsi BC üzərindədir. BC üzərindədir. Bu da Y nöqtəsi. Və sonra YD perpendikulyardır AB. Bax perpendikulyardır. Bu 90 dərəcədir uşaqlar. Sonra AD bərabərdir DB-yə. Deməli bu tərəfə bərabərdir. Amma AB BC-yə nədir? Bərabərdir. Sonra perimetr AYS, bax bu 32'dir. AC de 14'dür. BC'ni tapacaq. BC'ni ya da AB'ni tapacaq. Eyni şeydir. AB'ni tapsa o hala BC demək.
İndi gəlin baxaq uşaqlar. Bu olsun x. Və burada fikir verin. Bu məsafə bu məsafəyə bərabər. Bu üçbucağı bərabər yanlıdır. Çünki bərabər yanlıdır ki, çəkilən perpendikulyar qarşı tərəfi 2 bərabər hissəyə bölür. Deməli bu da x-dir, düzdürmü? Sonra bax bu x-dir, bu da x-dir uşaqlar. İndi baxaq burada. Deməli bu da bir a olsun. Bax bu məsafə nəyə bərabər olacaq? Bax fikir verin. Deməli 32-dən perimetrdən 14-ü çıxıram. 14-ü çıxıram. Deməli burada olur bax bu a yazın bunu da. X üstə gəl a bərabərdir neçəyə? 18-ə. Elədirmi? Perimetrdən bu tərəfi çıxıram da buna bərabərdir. Şimdi burada da baxaq görək bu x bu tərəf bu tərəfə nədir? Bərabərdir. Şimdi buradan x nəyə bərabərdir? Deməli 18 çıxılsın a-ya və yaxud a nəyə bərabərdir? Bax a bərabərdir. 18 çıxılsın nəyə? X-ə. Düzdürmü? Bu 18 çıx x-dir, bu da x-dir. Onda BS nəyə bərabərdir? Bax fikir verin uşaqlar. X üstə gəl nəyə? 18 çıx x. O da bərabər nəyə? 18. Deməli bu məsafə, bütöv bu məsafə oldu neçə? 18. Cavab oldu neçə? 18. D variantı oldu. Belə bir məsələdir. Şərti çox genişdir. Həlli ancaq qısadır, amma görə biləsən də gərək onu. 31 nömrəli çalışmaya baxaq. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 60 dərəcə. Çəkirəm düzbucaqlı üçbucaq. İti bucaqlarından biri 60 dərəcə. Bu bucaq olsun 60 dərəcə. Əlbəttə bu da 30 olacaq da, dərhal bilirik onu da. Hipotenuz ilə kiçik katetin cəmi, hipotenuzla kiçik katetin cəmi. Bu kiçik katet olacaq. Bu da S. A ilə S'nin cəmi bizə nə verir? 27. Hipotenuzun uzunluğunu tapacaq. S bərabər nəyə suala? Gəlin fikir verin. A nəyə bərabərdir uşaqlar? 30 dərəcəli bucağın xassəsinə görə 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli S böl 2-yə bərabərdir. Elədim. Burada A-nın yerinə S böl 2 yazıram. S böl 2 üstə gəl S bərabərdir 27. Bunu da 2'ye vururam. Bu eləyəcək. S üstə gəl 2S bərabərdir 27 vur 2'ye. S nəyə bərabər olacaq uşaqlar? 3 dənə S'dir də 3'e böləcəyəm də 27'ni vururam 2'ye bölürəm 3'e. Bu da elədi 9, 9'u 2'ye 18. Cavab oldu neçə? 18. Bizdən hipotenuzun uzunluğunu istəyir. Bəli 18. D variantı. Əgər kiçik katet istəsəydi 9 olacaqdı. Elədim. 32 nömrəli çalışmaya baxıram. 32 nömrəli çalışmaya. Deməli ABC düzbucaqlı üçbucağında yenə də düzbucaqlı üçbucaq şəkli çəkirəm. Deməli bucaq C 90 dərəcədir. Bax bu 90 dərəcədir. Sonra bucaq A 60 dərəcədir. Gəl bunu da A ilə işarələyək. Bu da olsun 60 dərəcə. Sonra nə var orada? Sonra deyir SM hündürlükdür. Perpendikulyar çəkdim bura. Bu H'dır. Sonra nə var orada? AM bərabərdir 12 olarsa AM. SM'dir bu. Bu da AM. Bu B'dir yəqin ki də. B yazar. Bu AM neçədir? 12'yə. Bu məsafə 12'dir uşaqlar. Bizdən nə istəyir? MB'ni istəyir. MB'ni, bu məsafəni istəyir. Deməli, bizdə tələb olunan budur, X-dir. Baxaq görək bunu necə həll edərik uşaqlar. Fikir verin, bu 60 dərəcədirsə, bu bucaq neçə dərəcə olacaq? Bu bucaq 30 dərəcə. Düzdürmü uşaqlar? Bu 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Belə çıxır ki, AC nəyə bərabərdir? 24'ə. Şimdi AC 24'sə, biz də bilirik ki, 24'ün kvadratı nəyə bərabərdir uşaqlar? 12, 12. O da vurulsun nəyə? 12 üstə gəl X-ə. Bax, bütöv bunu. Aydındır mı? Yazıram. 12 vurulsun 12 üstə gəl nəyə? X-ə bərabərdir. Şimdi buradan ardını şimdi burada baxaq bura.
deməli buradan mən 12 üstə gəl x-i tapacağam da, düzdürmü? 12 üstə gəl x nəyə bərabərdir? 24 12 belə yazaram da, 12'nin kvadratı vur 2'nin kvadratı da, düzdürmü? 2'ni 12'ye vuranda 24 eləyir də, bu da 12. Bərabərdir. Bunlar ixtisar edirlər, 12 vur 4. O da eləyir neçə? 48. Deməli x də bərabərdir buradan. 12'ni o tərəfə keçirdəndə 48'dən çıxacağım 12'ni. Eləyir neçə? 36. X bərabər oldu neçəyə? 36. Bizdən də x-i istəyirdi. Neçə 32 nömrəli çalışmada. Deməli 32'də hardadır 32? Baxın görək 32. Bəli, bir də C variantıdır burada. C variantı. Bunun başqa formada necə həll eləmək olar uşaqlar? Bax 24'ün kvadratından 12'nin kvadratını çıxaram, h-ın kvadratını taparım. H da nəyə bərabərdir? H-ın kvadratı x vurulsun 12'ye. Belə də tapa bilərdim. Bir variantla tapdım da 33. 33'də nədir? ABC düzbucaqlı üçbucağıdır. Yenə də düzbucaqlı üçbucaqdır. Deməli, bucaq C, bu bucaq 90 dərəcədir. Sonra bucaq B 30 dərəcədir. Bu da olsun 30 dərəcə uşaqlar. Sonra CN hündürlükdür. CN. CN hansıdır? Baxın görək, buradan hündürlük çəkilib də. C'dir bu. Buradan da perpendikulyar çəkmişəm. Bu da N. CN də hündürlükdür. AN 18'dir. AN. Bunu da yazım AN 18'dir. Aydınmı? Bu da olsun B bucağı. B bucağı 30 derecedir. Bunlar verilib mənə. Bax bu formadadır. Bu da 90 derecedir. Perpendikulyardır. Düzdürmü? Hüseyin hündürlük. N B'ni tapacaq. Bax bunu tapacaq biz. Bax məsafəni, bax X'i tapacağım. Şimdi bunu necə tapaq? Baxaq. Bax uşaqlar, burada bu 30 dərəcədə, düzdürmü? Belə çıxır ki, böyük düzbucaqlı üçbucaqda bu bucaq olacaq 60 dərəcə. Yaxşı, bu bucaq 60 dərəcədirsə, bu da düzbucaqlı da CNA. Deməli bu bucaq neçə dərəcə olacaq? 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Belə çıxır ki, bu tərəf nəyə bərabərdir? 36. Aydınmı? Şimdi buradan gəlin h-ın kvadratını tapayım. Bu variantla yazım istəyirsiniz. Deməli h-ın kvadratı, yəni CNH-da, düzdürmü? Və yazıram, h-ın kvadratı nəyə bərabərdir uşaqlar? Deməli 36'nın kvadratından çıxıram neçənin? 18'in kvadratını. 36'nın kvadratından çıxıram 18'in kvadratını. Bərabərdir. 36'dan 18 çıxanda 18 toplayanda neçə eləyir? 54. Buradan da deməli h-ın özü nəyə bərabərdir? Bərabərdir. Kök altında 18'i yazıram 2 vurulsun 9 kimi. O da vurulsun 54'ü necə yazım ha uşaqlar? 54'ü də deməli 2 vur neçə kimi yazım? 2 vur yoxsa 9 vur 6 kimi yazım. Aydınmı? O da bərabərdir nəyə? Deməli bərabərdir 9'lardan bir 9 çıxır. 6'dan da 2 vur 3 kimi yazanda 2 çıxacaq. O da qalacaq kökdə 3. O da bərabərdir neçə eləyir? 18 kökdə 3. Deməli h bərabər oldu neçəyə? 18 kökdə 3'ə. Yaxşı, əgər h buna bərabərdirsə, onda deməli h-ın kvadratı nəyə bərabərdir uşaqlar? X vurulsun nəyə? 18'ə. H-ın kvadratı bu da gör. Deməli 18'in kvadratı vurulsun 3. O da bərabərdir. X vur 18. X də bərabərdir. 18'e böləndə 18 qalır. Onu da 3'e vuranda 54. Və belə bir cevap aldım orada. Bakın görək orada 54 C variantı. C variantı. Sonra uşaqlar bunu bir variant, bundan əvvəlkini başqa variantla yazdım. Bunu da belə bir variantla yazdım. Bax fikir verin, belə də yaza bilərdiniz ha uşaqlar. Bu 36'dır. Bu 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bütöv bu nə qədərdir? 72. Aydınmı? Bu daha rahat idi. 72'dən 18'i çıxacaqdı. Bu olacaqdı 54. Aydın oldu. Belə də yaza bilərlər. Var, həlləri yazıram da hansını bəyənirsiniz deyirəm. Hansını bəyənirsiniz ondan istifadə edin uşaqlar. Baxıram 34 nömrəli
çalışmaya. 34 nömrəli çalışmanı necə yazaq? Deməli, x-i tapacaq. Yəni, şəkil verib. Şəkil verib, x-i tapacaq. Tapaq x-i. Bu belə, bax, bu da belə. Bu 2 kökdə 2. Bu da 4 kökdə. Bu d-dir. Yəqin ki, bu məsafədə uşaqlar 4 kökdə 2. Yəqin ki, buradır. Şəkilə görə. Bu da 10'dur. X-i tapacaq da yəqin. Bəli, x bərabər nəyə? Suala. Baxaq görək, başqa heç nə verilmir mi? Yox. C-dir, bir də B-dir. Burada baxaq görək bunu necə? Bütün bu məsələ AC nəyə bərabərdir uşaqlar? AC bərabərdir. 4 kökdə 2 üstə gəl 2 kökdə 2. 6 kökdə 2. Daha 12 götürüb yazmayın. Kökdə 2 üstə gəl kökdə 2'ni 2 kimi yazın. 6 kökdə 2. Yaxşı. Hipotenuz verilib, katet də verilib. Bu BC-ni tapaq da. BC-nin kvadratı nəyə bərabərdir uşaqlar? Bax 6, yox, 10'un kvadratı. Bax 10'un kvadratı. Hipotenuzun kvadratı çıxılsın bunun kvadratı. 6 kökdə 2'nin kvadratı. O da bərabərdir. Bu 100 elir. Bu da elir 36'nı 2'ye vuranda 72. Bərabər neçəyə? 28'e. Deməli, BC-nin kvadratı bərabər neçə? 28. Mən BC-ni özünü tapmayacağım. Çünki mənə kvadrat lazım. Bax, bu üçbucağı yoxdur uşaqlar. Bax, bu üçbucağı. Bu üçbucaqda x nəyə bərabərdir? X-in kvadratı. Bərabərdir BC-nin kvadratı. BC-nin kvadratı. Üstə gəl bir də DC-nin kvadratı. DC-nin kvadratı. Yazar yerinə də DC neçədir? 2 kökdə 2. BC neçədir? 28. 28 üstə gəl 2 kökdə 2'nin kvadratı. 4 bu da 2. 8. O da bərabər neçəyə? 36. X nəyə bərabərdir? Kök altında 36. O da bərabərdir 6. Cavab oldu neçə? 6. Var mı orada 6? Y variantında var cevap. Bəli. Sonra 35 nömrəli çalışmaya baxırıq. 35. 35'te de x'i tapacağım. Eyni çalışmadır. Çəkirəm şəkili qoy çəkim. Sonra baxaq. Sonra ne verilir burada? Bak bu 18'dir. Burada 10 idi. Elədir mi? Sonra bu x'dir. X eynidir. 6 kökdə 3. Deməli AD, BD'dir. BD. Bax bunu tap. Bu 6 kökdə 3'dür. Düzdürmü? Sonra DC. Bu da neçədir? Bax bu məsafədə. 3 kökdə 3. 3 kökdə 3. Elədir mi? Buradan x'i tapacaq. Bu da düzbucaqlıdır. Bu da yəqin ki A'dır. Bu üç bucaqdan gəlin. Baxaq. Bunları fikir verin. Şəkilə siz də baxın da hissədən. İndi buradan gəlin necə tapacaq bunları. Baxaq. Bütün bu BC nə qədərdir? BC. Bundan əvvəlki məsələ kimidir də. Eyni ilə 34 kimidir 35. BC bərabərdir 6 kökdə 3 üstə gəl 3 kökdə 3. 9 kökdə 3. Yaxşı. AC-nin kvadratını tapaq. AC-nin kvadratı. Böyük üçbucaqdan yazıram. 18'in kvadratı Fəqor teoreminə görə. Çıxılsın bir də bunun kvadratı. Yəni 9 kökdə 3'ün nəyi? Kvadratı. Bərabərdir. O da bərabər. Bu 324 elir. O da çıxılsın. Bu neçə elir? 81'i də 3'e vuranda 243. O da bərabər. Bərabərdir. 1 121 elir. Mənə də gəlir. Yox. Bəli 121 elir. Sonra yox deyilsə səhv elədim uşaqları. Səhv elədim. 81 81 elir. 81'dən də AC nəyə bərabərdir? 9'a. Deməli AC 9. AC-nin kvadratı ya baxış. Yox, gəl kvadrat AC-ni özünü tapdım. Ziyan yoxdur da. Bayaqkində tapmamışdım. Çünki məndə kvadratdan istifadə edəcəm. İndi gəlin uşaqlar, bax bu rəylədiyim üçbucaq yoxdur. Bu üçbucaqdan gəlin tapaq indi. Nəyi tapacaq biz buradan? Deməli x-i. X-in kvadratı nəyə bərabərdir? AC-nin kvadratı üstə gəl DC-nin kvadratı. Elədir mi? Bayaqlarda belə yazılıydı. AC neçədir? Kvadrat 81. O da üstə gəl DC-nin kvadratı 3 kökdə 3'ün kvadratı. 27'ni 3'e vuracağım. Düzdür mü?
Yox. Kvadratdır baxışlayın. 9'u 3'ə vuracağım. 27. O da bərabərdir. Neçə eləyir? 108. 108. Deməli x-in kvadratı bərabərdir 108-ə. Bundan tam kök alınmadı uşaqlar. Bu da kök altında 108 nə deməkdir? 36 vur 3. Bu da eləyir 6 kökdə 3. Baxa görək belə bir cavab var mı orada? 6 kökdə 3. Neçə nömrəli idi? 35. Elədirmi? Baxın görək. 6 kökdə 3 D variantıdır bəli. D variantında var çalışma. Sonra yazıram 36 nömrəli çalışmanı. 36'da nedir? Şəkil yenə eyni. Eyni şəkildir şu anda. Çekim şəkili və bu da belə. Düzdürmü? Bu 2 kökdə 3. Bu oldu B, bu oldu D, bu oldu C, bu da kökdə 3. Sonra ne istəyir? Burada da x'dir, bu da 6'dır, bu da A'dır, bu da düzbucaqdır. Buradan x'i tapacağız. Yine həmin məsələ kimi. BS nəyə bərabərdir uşaqlar? Bunları toplayıram. 2 kökdə 3, 3 kök 6, 3. 3 kökdə 3. BS 3 kökdə 3 oldu. Bütün bu məsafə aydınmı? 3 kökdə 3. Sonra ne? Böyük üçbucaqdan, bax böyük üçbucaqdan AS'nin kvadratı nəyə bərabərdir? AS'nin kvadratı bərabərdir 6'nın kvadratı. 6'nın kvadratı çıxılsın BS'nin kvadratı. BS də bir də budur. Bunun 3 kökdə 3'ün nəyi kvadratı? Bərabərdir. Bu eləyir 36 çıxılsın 9'u 3'ə vuranda 27. O da bərabərdir 9 eləyir 9. Deməli AS'nin kvadratı neçədir? 9. Onsuz da kvadratından istifadə edəcəyəm mən. Bizdə ədəd kiçik deyə AS'ni də yaza bilərəm 3. Bunu yazmıram ki, böyük ədədlər olanda yazmır. İncitməyin özünüzü. Bəlkə məsələn 58 aldım. Kök altında 58 nəyə yazırsa, üzey kvadratından istifadə edəcəksiniz. İndi bu kiçik üçbucaqdan uşaqlar. Bax, bu kiçik üçbucaqdan. Bax, fikir verin. Bax, bu üçbucaqdan. Bu üçbucaqdan gəl x'in kvadratını tapır. X'in kvadratı bərabər. Nəyə bərabərdir? Bax, kökdə 3'ün kvadratı, kökdə 3'ün kvadratı, DS'nin kvadratı. Üstə gəl, AS'nin kvadratı. AS'nin kvadratı da 9'dur. O da bərabərdir. Bu 3 eləyir, bu da 9. Elə də 12. Deməli, x'in özü nəyə bərabərdir? Kök altında 12. 12'ni də 4 vur 3 kimi yazanda 2 kökdə 3. Belə bir cavab aldım. Baxaq, neçə nömrəli idi? 36 nömrəli çalışmada görün var mı orada? 2 kökdə 3 C variantı. Bəli, var idi. C variantı. Keçirəm indi 37 nömrəli çalışmaya. Buna baxaq görək. Bu çalışma necədir? 37. 37 də eynidir. Nə çox bu çalışmadan verilib ay uşaqlar. 37. Yazıram 37 nömrəli çalışmanı. Neçə dənədir? 4 dənə çalışmadır. Baxaq. Deməli, çəkim şəkili ilə burada B, C, A. Bu da x'dir, bu da 12'dir. Bu 4 kökdə 3'dir. Bu D'dir yəqin ki yenə. Bu da 2 kökdə 3. Baxaq. BS'ni tapaq. BS bərabərdir. Toplayanda 4 kökdə 3, bu da 2 kökdə 3. 6 kökdə 3. Sonra böyük üçbucaqdan ABC'dən AS'nin kvadratı nəyə bərabərdir? AS'nin kvadratı bərabərdir 12'nin kvadratı çıxılsın və BS'nin kvadratı. BS də budur. 6 kökdə 3'ün nəyi? Kvadratı bərabərdir. Bu eləyir 144, o da çıxılsın. Bu 36 eləyir, bu da 3, 108 eləyəcək. O da bərabərdir 36. Deməli, AS'nin kvadratı neçədir? 36. İndi bu kiçik üçbucaqdan yenə də, bu üçbucaqdan yazıram. X'in kvadratı nəyə bərabərdir? Bərabərdir. Deməli, AS'nin kvadratı 36'dır. Üstə gəl, DS'nin kvadratı. DS də 2 kökdə 3'dür. Bunun kvadratı neçə eləyir? 4, bu da 3. 12. O da bərabərdir 48.
Deməli x-in kvadratı neçə oldu? 48. Bəs x-in özü kök altında 48. Bu da verir mənə kök altında 16 vur 3. Bu da eləyir 4 kökdə 3. Və cavab bunu aldım mən uşaqlar. Deməli 37 nömrəli D variantı. Orada D variantıdır. 38'e baxaq. 38 nömrəli çalışmaya baxın. Oturacağı 36 santimetr olan bərabər yanlı üçbucağın təpə bucağı 90 dərəcə olarsa yan tərəfini tap. Gəl çəkək belə bu formada da çəkim də. Bu bərabər yanlıdır deyir. Yəni bu tərəf buna bərabərdir, bu da 90 dərəcədir. Oturacağı da 36'dır. Bərabər yanlı üçbucağın təpə bucağı 90 olarsa yan tərəfini tapın. Bunlar da x'dir. Hə. İndi necə tapaq buna uşaqlar? Ya sinusla tapım, ya Fyodor teoremi ilə tapım. Yaxşı, x-in kvadratı üstə gəl x-in kvadratı nəyə bərabərdir? 36'nın kvadratına. Düzdürmü? Buna bərabərdir də. Buradan da x-in kvadratı nəyə bərabərdir? 36'nın kvadratı bölü 2. O da bərabərdir. 36 vur neçədir? 36 bölü 2. Düzdürmü? 1, bu da 18 edir. Bərabər. Bərabər deməli 36 vur 18'e. Bəs x'in özü nəyə bərabərdir uşaqlar? Kök altında 36 vur 18. Bu 36'nı mən yazıram 18 vur 2 vur 18. Elədir mi? 2 dənə 18'dən də bir dənə 18 çıxır kök altında 2. Deməli x nəyə bərabərdir? 18 kökdə 2. Bunu tapdım mən. Yan tərəfini 18 kökdə 2 D variantı. O buru da nə olaydı? Bu cür olaydı. Yox, belə deyil. Uşaqlar, burada qoy, gəl, deyim siz onda. Bu 45 dərəcə olacaq da, düzdürmü? Qarşıdakı katetin buna nisbəti. Hipotenuza nisbəti nə verir bizə? Sinus 45'i. O qayda ilə də yaza bilərsiniz uşaqlar. Bundan sonraki məsələ gəlsəydi, ondan istifadə edəcəkdim sizin üçün. 39 nömrəli çalışma. Deməli, burada x parçasının uzunluğunu tapın. Çəkirəm şəkili. Bu 90 dərəcədir. Yəqin ki, bəli, 90 dərəcədir. Sonra nə verir? Bu da perpendikulyardır çəkilib bura. Bu da 90 dərəcədir. X budur. Bu parçadır. Çox güman ki, budur uşaqlar. Sonra bu da 16'dır. 16. Bir bu olacaq 16. Aydındır mı? 16 da budur. Bu da x'dir. Belə. Bu da 8'dir. Hündürlük. Düz bucaq təpəsindən çəkilən hündürlükdür. Bu 8'in kvadratı nəyə bərabərdir? Buna aid məsələlər çox yazmışım. 16 vur x. 16 vur x. X də bərabərdir. Neçə eləyir? 64 bölünsün 16. O da eləyir 4. X nəyə bərabərdir? 2. Aydın mı? Bu olacaq neçə? 2. Hansıdır? Var mı orada? Ay o kökünü çalalım. 4. Baxışlayın aşağıya. 4. X'in özünü tapmışım. Kvadratı yazdım burada. 4. Cevap 4'tür. Y variantı. Yaxşı ki səhv eləmədim orada. Yəni 2 də var idi orada. Cevap 4. Sonra 40 nömrəli çalışmaya baxaq. 40 nömrəli çalışmada da həmin şəkildəndir. Yəqin hərəsi bir variantdır, veriblər onları. Bu da perpendikulyardır. 90 derecedir. Bu da 90 derecedir. Sonra buna 6 verip 6 verip. Bunu x verip bunu da 4. Yine metrik münasibətlere göre 6'nın bu oldu neçə nömrəli çalışma? 40 nömrəli çalışma. Deməli 6'nın kvadratı hündürlüğün kvadratı bərabərdir hipotenuzdan ayırdığı hissələrin hasilində. 4 vur x'e. Buradan da x neye bərabərdir? 36'dır da, elə değil mi? 36'nı 4'e böləcək. 9. Cavab oldu neçə? 9. Bu da D variantıdır orada uşaqlar. 40 nömrəli çalışmada. 41 nömrəli çalışmaya baxaq. Düzbucaqlı ABC üçbucağında burada C düzbucaq təpəsindən CD hündürlüyü çəkilmişdir. Əsas onu bilim. Sonra baxaq. Gəl çəkim şəkili. Əvvəl şəkili çəkək.
Deməli buradan hündürlük çəkilir uşaq. Bu 90 dərəcədir. Sonra deməli çəkilmişdir. DM perpendikulyardır. Aha, perpendikulyara çəkilib bura. Bu da 90'dır. Bak bu da 90'dır. Düzbucaqlıdır bu. Bir növ onu demək istəyirəm. Sonra burada D'dir, burada N'dir. Burada M'dir. Bu da C'dir. BA. Bu cür işarə olunub. Ha, indi verilirlərə ardına baxa görək. Burada DM 2'dir. DM. Bu 2'dir. Bu 2'dir. Sonra DN də 4'dür. Bu da 4'dür. Olarsa AC katetini tapacaq. AC'ni. Bir de bütöv bunu tapacaq uşaqlar. X budur. Ha, baxa görək necə taparıq bunları. Deməli bu 4'sə uşaqlar. Bu 4'sə bax bu məsafə də 4'dür. Bax bu da 4'dür. Düzdürmü? MA'nı tapayım da. Ha, rahat. Rahat məsələdir. 2'nin kvadratı neye beraberdir uşaqlar? Hündürlüğün kvadratı. 4 vurulsun MA'nı. 4 vurulsun MA. MA neye beraberdir? 4 elir. 4'ü böləndə 1. Deməli bu məsafə neçə oldu? 1. Bəs AC neye beraberdir? X beraberdir AC'ye. O neye beraberdir? 4'ün üstünə 1 gələcək. Deməlidir 5. Cevap 5. 41 nömrəli çalışmada cevap 5 A variantı. A variantı. 42 nömrəli çalışmaya baxaq. 42 de eyni çalışmadır. Şərtini heç oxumamış. Məsələn, şəklini çəkin. Şəkildən görünür ki, eynidir. Buradan perpendikulyarını da çəkin. Bu da perpendikulyardır. Bu da perpendikulyardır. Buradan da perpendikulyar çəkim. Adlandırım A, D, M, C, N, bir de B. Ha, deməli, burada verilib DM 3'dür. Bu 3 verilib. Şərt eynidir uşaqlar. Ona görə gördüm ki, şərt eynidir. DN-də 6'dır. Aydındır mı? Olarsa BS katetini tapacaq. Bir de bu kateti tapacaq. BS'ni tapacaq. Bir bu katet. Baxa görə bunu necə taparıq biz? Deməli bu 3 olacaq. Aydınmı bu məsələ? Bu məsafə, baba bu məsafə 3 olacaq. Çünki düzbucaqlıdır. Bu 3'dürsə bu da 3'dür. Yaxşı, bəs gəl bu məsafəni də bir x götürək. 6'nın kvadratı nəyə bərabərdir uşaqlar? X vurulsun 3'ə. Buradan da x bərabərdir neçəyə? 36'nı 3'ə böləndə 12 edir. X 12'dirsə, onda BC nəyə bərabərdir? BC bərabərdir 12, üstə gəl nəyə? 3'ə. Düzdürmü? X 12'dir də, bu 12 oldu da, 12'nin üstə 3 gələcəyimdə. Eləcək 15. Düz hesablamışamsa cavab 15'dir. C variantında var orada cavabdır. Cevab belə. Bu da 42 nömrəli cavab, məsələ. 43 nömrəli çalışmaya baxaq görə yaşalır. Düzbucaqlı üçbucağın iti bucaqların nisbəti verilir. Hansı bir düzbucaqlı üçbucaqdır çəkək. 4'ün 5'ə nisbətidir. Elədir mi? 4'ün 5'ə. Bu ne deməkdir? Heç ardını oxumamış 4K üstə gəlib 5K. Bərabər 90 dərəcədə. İti bucaqlar deyil. Onda K nəyə bərabərdir? 10 dərəcə. Belə çıxır ki, bucaqlarından biri 40 dərəcədir. 5K olan da neçə dərəcədir? 50 dərəcədir. Bu olsun 40 dərəcə, bu 50 dərəcə, bu da olsun 40 dərəcə. Ne üçün belə yazdım? Təxminən şəkildə bu kiçik görünür bu katetdən. Düzdür, məsələ həllini təsir eləyəndə baxın da necə istəyirsiniz yazın uşaqlar. Bu qaydalardan istifadə edin. Düz bucaq təpəsindən çəkilmiş median və hündürlük arasındakı bucağı tapın. Deməli bu perpendikulyardır. 90 dərəcə. Bu da mediandır uşaqlar. Bax mediandır. Median bax buna da bərabərdir. Bax buna da. Bir də buna da bərabərdir. Aydın oldu. Bunlar bərabərdir bir-birinə. Bax bunlar. Ha, bərabər yanlıdır da yəni. Bu neçə dərəcə oldu? 50 dərəcə. Bu 50 dərəcə oldu. Bunu tapacağım da mən. X'i.
Yaxşı. Burada adlandırma uşaqlar. A, S, B, N, M. Bu da M olsun. Bu deməli fikir verin. N, S, A. S, A. Neye bərabərdir bu bucaq bütöv? 50 dereceye. Beraber yanlı değil. Aydın mı? Bunlar buraya yazmışam da beraberdir. Median dedi. Median idi o. Beraber de 50 derece. Yaxşı, bu 50 derecedirsə, gəl bu kiçiyi də hesablayaq da, bax bunu da hesablayaq. Bu neçə olacaq? Bu da olacaq 40 derecədə. Elə deyil aşağıda. Bu 50'dir, bu 90'dır, bu 40 olacaq da. Onda 50'den 40'ı çıxacaq da. Tapacağım x neye bərabərdir? Bir de burada x yazmışım. Aydın oldu mu? X bərabərdir 50 çıxılsın neçə? 40. O da bərabərdir 10 derece. Cevap olacaq 10 derece. 43 nömrəli çalışmada 10 derece A variantında. Cevap belə olacaq. Sonra 44 nömrəli çalışma. 44'te nedir? Düzbucaqlı üçbucağın iti bucaqlarının nisbəti 3'ün 2'ye kimidir? Düzbucaqlı üçbucaqdır. 3'ün 2'ye nisbətidir. Deməli 2K üstə gəl 3K bərabərdir. İti bucaqların cəmi 90 derecede düzdürmü? Bu eləyir 5K bərabərdir 90 dereceye. K da bərabərdir 90'ı 5'e böləndə 18 eləyir. 18 derece. Deməli 2K neye bərabərdir? 18'i vururam 2'ye. 36 derece. Bir de 3K da bərabərdir. Yəqin ki deməli 3K ya 90'dan çıx 36'nı ya da 3K'nı hesabladı. Bu da eləyir 3 vur 18 derece. 54 derece. Bu olsun 54 derece. Bu da olsun neçə derece? 36 derece. Burada nedir? Düz bucaq təpəsindən çəkilmiş median ve hündürlük arasındaki. Bu olsun medianımız. Bak bu median. Aydın mı? Bu 54 ise uşaqlar bak bunlar bərabərdir də. Aydın mı? Üçü də bərabərdir. Onda bu da 54'dür. Lap bəri başdan burada yazdım 54. Aydın oldu. Şimdi perpendiküler çəkirəm bax buradan. Bax perpendiküler çəkdim. Bax perpendiküler. Bu bucaq 90 derecedir. Bəs bu bucaq neçə derece olacaq uşaqlar? 36 olacaq da, düzdür? Çünkü bu iti bucaq 54 ise onda bu iti bucaq 36 olardı. İkisinin cəmi 90 vermədi axı mənə. 54'ten 36'nı çıxıram. 54'ten çıxıram 36'nı. Və cevap bu olacaq. 4, 18 derece. Ha? Düz çıxdım. Y variantı. Bakın uşaqlar izahat verə qulaq asın. Buradan əllə də, ruçka ilə də göstərirəm sizə də necə yazdım onu. 45'i yazaq. 45 nömrəli çalışma. 45'te nedir? Deməli düz bucaqlı üç bucağı çəkmək lazımdır. Çəkin. Şəkil çəkək. Sonra baxaq ona. Deməli CD də çəkilib perpendikülər. D'dir, C'dir, A, B'dir. İndi nə verilib onlara baxaq. Bucaq C 90 derecedir. Bu 90 derecedir. Sonra CD perpendikülərdir AB. Bu da mühüm şərtdir bizim üçün. İşarə qoydum orada. Sonra AC 5'dir. AC bu 5'dir. Çok güzel. BC 2'dir. Bu da yaxşı. Olarsa BD böl AD'ni tapaq. BD böl AD'ni. Bu nisbəti BD'nin AD'ye nisbətini tapaq. Gəl belə yazaq da uşaqlarda. Bu 5'in kvadratı nəyə bərabərdir? Bax 5'in kvadratı. AD AD. Vurulsun bütöv buna da AB'ye. Metrik münasibətlərdən belədir. Bəs 2'nin kvadratı nəyə bərabərdir? DB DB. O da vurulsun nəyə? AB'ye. AB. Ya bunlar tərəf-tərəfə bölək. Bunlar gedir. Qalır AD'nin DB'ye nisbəti. Fikir vermədim. Tərsinə böləydim. Gələ ikincini birinci. Yəni yox dəyişdirərik də. Burada da nə verir mənə? 5'in kvadratı 25 eləyir. Bu da 4. Elədir mi? Yaxşı, bunlar yerlərini dəyişdirəydi onda. Bizdən bunu istəyir axı. BD'ni. BD'nin AD'ye nisbəti. O da bərabərdir nəyə? 4'ün 25'e nisbəti. Fikir verdiniz uşaqlar.
Bax, kvadratların nisbətidir. Burada cavab orada C variantıdır. Cavab elə. Keçirəm sonra 46-nı yazaq. Elə burada yazım 46 nömrəli çalışmanı da deməli şəkil eynidir. Eyni şəkildir, amma yazaq. Perpendikulyar endirdim. Bu da 90 dərəcədir. Bu 90 dərəcədir. Nələr verilib orada yenə də? AD 9. AD. Bir de bu məsafə verib 9. Bu 9'dur. Sonra DB neçədir? 4. Bir de tərsinə. İndi bunlar verilib. Bunların nisbətini istəyəcək bizdə ya. AC bölünsün neçə? CB. Düzdürmü? Baxın. AC'nin bir de B. Bu da D'dir deyilsin. Böyle. Şimdi baxaq. AC'nin kvadratı nəyə bərabər idi? AC'nin kvadratı bərabərdir. 9 vurulsun nəyə? Bütöv buna AB'yə. Düzdürmü? Şimdi BC'nin, CB'nin kvadratı nəyə bərabərdir? 4 vurulsun bütöv AB'yə. 4 vurulsun AB'yə. Bunları tərəf-tərəfə böləndə alıram deməli AC'nin kvadratının CB'nin kvadratına nisbəti bərabərdir. Bunlar gedir 9'un 4'e nisbəti. Düzdürmü? Şimdi burada bəs AC'nin özünün CB'ye nisbəti nəyə bərabərdir? Kök alacağım da 3'ün 2'ye nisbəti. Bax cavab budur uşaqlar. 3'ün 2'ye nisbəti var mı orada? Var. B variantı. Bax cavab budur uşaqlar. 46 nömrəli çalışmanın cavabı. Sonra keçək 47'ye. 47 nömrəli çalışmaya. 47. 47'de nedir? Düzbucaqlı üçbucağın düzbucağının tənböləni ilə bir iti bucağının tənböləni 70 dərəcəli bucaq altında kəsilir. Bu üçbucağın kiçik iti bucağını tapın. Baxaq. Bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Sonra ne deyir orada? Bu 90 derecede aydın məsələdir. Sonra nedir orada? Deməli düzbucaqlı üçbucağın düz bucağının tənböləni ilə bunun tənbölənini çəkək. Təxminən belə bir bu tənböləndir. Yəni bu bucaq uşaqlar, bax bu bucağa bərabərdir. Bu da alfadır. Bax bu da alfadır. Tənböləndir. Sonra düz bucağın tənböləni ilə iti bucağın tənböləni. Bu da iti bucağın tənbölənidir. Bak bu da iti bucağın tənböləni. Aydın mı? Bak burada üzerinde T hərfi yazdım. Tənbölənidir. Hər ikisi tənböləndir. 70 dərəcəli bucaq altında kəsilir. Əlbəttə ki, iti bucağı götürürük də. Aydın mı? Bu bucağı mən götürdüm 70 dərəcə. Bak 70 dərəcə. Neyi istəyir bizdən? Bu üç bucağın kiçik iti bucağını tapın. Baxaq. Bu alfa neçə dərəcədir alfa? 45 dərəcə. Tənböləndə axı uşaqlar. Bu 45 ise bu 70 de xarici bucaqdır. Bunu da adlandıra bir beta ilə. Düzdürmü? Bak bet alfa üstə gəlib beta bərabər nəyə? 70 dərəcə. 70 dərəcə. Betanı tapdım mən buradan. 70 dərəcədən çıxıram 45 dərəcəni. Bu da neçə elir? 25 dərəcə. Deməli beta neçə dərəcədir? 25 dərəcə. Bunu da tapdım. İndi baxım görək burada kiçik iti bucağını tapın deyir. Kiçik iti bucağını. Tənbölən də görür uşaqlar. Bu beta əgər 25 ise onda bu B bucağı olsun. Bu da A bucağı olsun. Bu da C. B bucaq B nəyə bərabər olacaq? Bu da betadır da uşaqlar. Düzdürmü? Onda bucaq B bərabər olacaq. 2 vurulsun 25'e. 50 dərəcəyə. Bəs onda A bucağı nəyə bərabərlər? Bucaq A. Əlbəttə ki 90'dan 50'ni çıxacaqsan da 40 dərəcəni. Deməli bu oldu neçə dərəcə? 40 dərəcə. 40 dərəcə. B A variantı var burada. A variantı. 47'dir de bu düzdür mü? Hə 47'dir. İndi 48'e baxım görək. 48 nömrəli çalışma. Düz bucağın tənböləni ilə burada da həmin məsələdir. Çəkim şəkli. Burada da çəkək şəkilləri, biraz şəkili özüm böyük götürürüm uşaqları. Deməli 48 nömrəli çalışmada düz bucağın tənbölənini çəkirəm. Düz bucağın tənböləni. Bunlar aydın məsələdir. Biri bu 45 olacaq uşaqlar. Bu da 45 olacaq. Aydındır mı?
Elə bir dəfə də 45 yazaq. Bayaqkında alfa yazdım, ehtiyac yoxdur da. Bir ütü bucağın tənböləni 70 dərəcəli, yox, başlayın şöyle. Tənböləni ilə bir ütü bucağın tənböləni 80 dərəcəli bucaq altında. Bax, bu bucağın da tənbölənini çəkdim. 80 dərəcəli bucaq altında kesişir. Bax, bu da 80 dərəcədir. Aydınmı? Bu kör bucaq olacaq uşaqlar. Ona görə onu götürmürəm. Bu 45-dirsə, bax bunu gəl tapaq da. Bu da betadır, elə deyilmi? 80 dərəcə nəyə bərabərdir? Eyni ilə bayaqki kimdə? Beta üstə gəl 45-ə. Beta üstə gəl 45 dərəcə. Xarici bucağın xassəsi odur. Beta da bərabərdir. 80-dan 45 çıxanda neçə eləyir? 35 dərəcə. Onda bu da betadır da, düzdürmü uşaqlar? Deməli B bucağı, bucaq B bərabərdir 70 dərəcəyə. Bəs bu A bucağı nəyə bərabərdir uşaqlar? Bucaq A. Bucaq A da bərabər 90-dan 70-in eləyəcək, çıxacaq. Eləyəcək 20 dərəcə. Bu da oldu neçə dərəcə? 20 dərəcəli bucaq. Haradadır orada 20 dərəcəli? A variantıdır burada. Bu da A variantı. Keçirəm 49 nömrəli çalışmaya. 49 nömrəli çalışmada nədir? Deməli, şəkil verilib. Şəkili çəkim mən. Sonra şərtini oxuyaraq tanış olaq məsələylə. Deməli, A, C, bu da B, bu da perpendikulyar çəkilib uşaqlar. Bax, perpendikulyardır. Burada belə yazılıb. Deyil. Bu da 60 dərəcədir. 60 dərəcə. İndi baxaq. Deməli, 3 bucaqda, bucaq C 90'da aydındır. CD perpendikulyardır AB. Burada da şəkildə görsənir. Perpendikulyardır. Düzdür mü uşaqlar? Sonra AC 8'dir. AC bu da 8'dir. BD'ni tapacaq. BD hansıdır? Bir bu məsafəni tapacaq uşaqlar. Bax, qırıq xətlə göstərirəm bu məsafəni. Bax bunu. X'i tapacaq. Bax, görək. Uşaqlar, 90'dır da, düzdürmü? Bu neçə dərəcə olacaq? 30 dərəcə deyil bu. Elə değil mi? Bu 60 ise bu 30 da, bu 90'da axı. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu neçədir? 4 yarısı. Elə mi bu məsələ? İndi 8'in kvadratı nəyə bərabərdir? 8'in kvadratı bərabərdir. 4 vurulsun bütöv buna. Bütöv bu nə qədərdir uşaqlar? 4 üstə gəl x deyil. Yazıram da vurulsun 4 üstə gəl x. Buradan da 4 üstə gəl x bərabər nəyə? Bu 64 16 eləyir. X də bərabərdir. 16'dan 4'ü çıxanda neçə eləyir? 12. Deməli bu məsafə nə qədər oldu? 12. Baxa görək, düz hesablamışam. 12 var orada. B variantı, bəli. Cavab B variantıdır. 12'dir. Sonra 50 nömrəli çalışma. 50 nömrəli çalışma. 50'də də eynidir şəkil. Çəkim şəkili. Eyni şəkildir. Bu da perpendikulyar çəkilib. Eyni ilə. Bu D variantıdır. 90 dərəcədir bu. Burada C'dir. Bu A'dır. Bu B'dir. Bucaq da 60 dərəcədir. Bu olacaq 30 dərəcə. Bunu tapdıq biz. Elədir mi? Sonra nə verir burada? Tərəf hansını verir? AC'ni. Eyni çalışmadır ki. Birində B. Mən burada aşağıdakini yazmışam əvvəli. Bu 50 nömrəlidir. AC 8'dir. AC burada 8'dir. Yo, mən AC, bu uşaqlar 50 nömrəlidir. 50 nömrəlidir. Üzr istəyirəm. Burada ədədi 8 yazmışam. Mən indi 49'u yazıram. Bu çalışmaların yeri dəyişik düşdü. Aydın oldu? Ziyan yoxdur. Burada indi mən 50'ni yazaq da. Bu AC 10'dur. İndi 10 üçün yazaq. Bu 49'dur. 49 nömrəli çalışmadır. Buradaki tərəfi səhv götürmüşdüm. Aydındır mı? Ona görə. Bu elə 50 nömrədən yazmışdım. Bu 50 nömrəli çalışmadır. 50'də 12'dir. Özdəki B variantı. Elə buna da baxmışım. Ona görə indi aydın oldu da sizə 49'u yazıram. Bax 49'da 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu eləyəcək 5. Düzdürmü? İndi onun kvadratı nəyə bərabərdir uşaqlar? 5 vurulsun nəyə? 5 üstə gəl. Bax bu məsafəni gəl bir x ilə işarə eləyək. Aydınmı? Bütün məsafə nə olacaq? X üstə gəl neçə? 5. X üstə gəl 5'ə vurulacaq. Düzdürmü?
X üstə gəl 5 ilə bərabərdir. 100-ü 5-ə böləndə neçə eləyir? 20. X nəyə bərabərdir? 15-ə. Bizdən də uşaqlar BD-ni soruşur da X-i. X bərabər oldu neçə? 15. Cavab oldu bax bu. Buradakı cavabı isə uşaqlar bax Y variantıdır. Deməli 49 Y variantı oldu. 50 isə bir də B variantı oldu uşaqlar. Aydındır, yerlər dəyişir. Sonra 51'e baxaq. 51 nömrəli çalışmaya. Burada nə deyir? Deməli belə bir şəkil verir uşaqlar. Belə bir şəkil verir. O, yox, belə yox. Deməli perpendikulyardır. Belə. Belə bir şəkildir. Deməli A, B, Y, bu da CD. Böyle bir şekil verilip. Deyir ki burada bucaq B bərabərdir C-yə. Bu aydın mesela 90'dır bunlar. Bunları gösterdik. CD de bərabərdir 2 dənə AB-yə. Bak bu X olsun. Bu da 2X. Şərtə göre böyle yaz. Sonra BC 9'dur. Bütün bu mesafe nədir? Bak bu mesafe 9. 9'dur. Bir kenarda da yazın. 9'dur. Sonra nedir? AD de 15'ti. AD. Bu da 15'ti. AD de 15'ti. 15. Olarsa CD'ni tapacağız. CD'ni. Bir de 2x'i tapacağız. Gelsene böyle yazar bunu. Gel buradan perpendiküler çekeyim. Koruma işi yapar. Bir yaşıl rıçkıyla çekin bunu. Bak koruma işi yapardım burada. Bu ne kadar olacak uşaqlar? Bitiyor bu. 9. Bu da 15. 15'in kvadratından çıxır 9'un kvadratını. Neyi verəcək mənə? KD-ni. KD kvadratı nəyə bərabərdir? 15'in kvadratı. Çıxılsın nə? AK-nın kvadratı. 9'un kvadratı. O da bərabərdir. Bu neçə eləyir uşaqlar? Deməli 6 vurulsun neçə? 24. Buradan da KD'ni gel tapıydı. Deməli kök altında 6 vur 24. 24'ü de yazıram 6 vur 6 vur 4 kimi. Beraber de 6 bir de 2. 12. Deməli KD neçə oldu? 12. KD 12'dir. Bu nəyə bərabərdir uşaqlar? Bax bu. X deyil. Deməli x üstə gəl 2x. X üstə gəl 2x bərabərdir neçəyə? 12'ye. KD 12'dir de 12'ye. X de neye beraberdir? 4'e. Bəs 2x neye beraberdir? Yani CD'ni istəyir də bizdən, düzdürmü? Orada baxaq 51'də CD'ni istəyir. CD beraber neçə dənə x'dir? 2 dənə x'dir. O da beraberdir 2 vur 4. O da beraberdir 8'e. Cevap burada Y variantını. Ardını gələn dəfə işləyərik. Uşaqlar, diqqətinizə görə sağ olun. Abunə olmağınız da yaddan çıxmasın.